hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Ay, mən az kameraya baxırdım. Nə qədər kamera. Tam fərqli bir studiyadayıq. Yetərsən. Salam verməmiş. Hər kəsə salam. Bugün giriş mən eləyim, davay. Davay. Hər kəsə salam. Bugün hüzünlü bir TV'de elə bil, elə yox. Elə niyə elə girirsən yəni? Rahat ol Tamam, ya. yaxşıdan gir. Rahat ol. Hər kəsə salam. Yeni bir podcast kanalımızda sizi görməyə. Kanalımız yeni zat deyil. Özündən şey çıxartma. İcazə vermir mən giriş eləyim. Tamam, salam Elman, necəsən? Sən də giriş eləyirsən. Qəşəng. Dostlar salam, xoş gördük hər birinizi. Sonra da şey deyir. Bizim sponsorluq etdiyi üçün konsept Kim bizə sponsorluq edib? Var da o bəxt bizdə. Biz elə deyək ki, elə olsun. Elman, bugün otaqda tək deyilik. Nə o Natamanın 6-cı hissi yenə öz işini, sözünü deyir. Dostlar, Antep nə idi lan? Yetər buna mən niyə Antep deyirəm? Konseptin dəstəyi ilə Natamam Podcast'a baxırsınız. Bugün o qədər maraqlı mövzumuz olacaq. O qədər maraqlı söhbətimiz olacaq ki, bəzilərinizin ürəyindən tikan çıxardacağıq. Bəziləriniz belə oh eləyəcəksiniz. Çox xoşunuza gələcək bugünkü söhbətimiz. Sükan arxasında bizi izləyənlər, diqqətiniz yolda olsun, qulağınız bizdə olsun. Və Natamam Podcast başlayır. Hal-hazırda Natamanın dediyinə görə 6-cı hissi deyir ki, otaqda bizdən başqa da kimsə var. Acaba kim? Kimdir? Xoş gəldiniz Nərmin xanım. Xoş Salam, xoş gördük. Salamlayıram hər birinizi. Bugün bizim qonağımız Nərmin xanımdır. Nərmin xanım psixoloqdur. Bəli. Oy. Mən belə bir şeylər xəbərim yazmışam. Mən belə bir şeylər yazmışam. Normalda mən heç nə yazmıram. Doludur. Natavan belə nəsə yazıb, yəni. Bu şeydir, belə qeyri-adi bir şeydir. Hocam hepimizin psikolojisi bozuldu. Ne yapalım? Nərmin xanım, necəsiniz? Çox gözəl. İlk qarımız yağıb. Necə olaraq? Çox bərəkətli qarı. Mən bayaq sıxanda yağırdı ha. Mən gələndə yağmırdı. Bərəkət yağır. Bəli. Düşünürəm ki, bizim bu çəkilişimiz üçün də yəni bir Düşərli bərəkətli, olarmış. xeyirli, uğurlu və İnşallah. düşərli olacaq. Biz ümumiyyətlə qar üzünə həsrət qalmışıq biraz da. Yəni axırıncı mənim ən şiddətli gördüyüm qar 2011-ci ildə oldu. 2011-12 idi. Dəniz buzlamış deyə. Keçən il amma çox yağdı. Keçən də yağdı. Biz tərəfdə elə də yağmamışdı. Yəni belə də, yəni bəzi yerlərdə okey. Nəysə, qar nədir? Fəsillərdən də Qulağımız mövzu var fəsillər. Umayra Tağıyev azad deyil. Yəni. Nərmin xanım, birinci bir balaca bir qısa özət özünüz haqqında danışın. Kimdir Nərmin xanım? Mən Nərmin İslam, psixoloqam. 13 ildir bu sahədə çalışıram. Uşaqlarla, yeniyetmələrlə və yetişkinlərlə düşünürəm ki, kifayət qədər təcrübəm var ki, xüsusən də bu mövzular ətrafında danışmaq üçün və çox da geniş mövzudur həqiqətən də, çox da maarifləndirici bir mövzudur gənclərimiz üçün. Ümid edirəm ki, bir faydamız toxunacaq. Oy, mütləq. Yaxşı olar Allah qoysa. İnşallah. O zaman mən birinci sualımı verim, daha sonra belə atarıq da belə bir. Sən mən gedərik. Mən birinci soruşmaq istədiyim sual budur ki, insanlarla işləmək sizi yormur ki? İnsanlarla işləmək çox maraqlıdır. Bilirsiniz, psixologiya elmi o qədər dərin bir elmdir. Baxmayaraq ki, diplomlu mütəxəssisəm, onu qeyd eləmək istədim. Yəni, əziyyət çəkmişik, oxumuşuq, təhsil almışıq bu sahədə, yəni öz adıma danışıram. Amma kifayət eləmir. O qədər dərin elmdir ki, psixologiya. Biz indisinə də kurs alırıq, təlimlər götürürük, özümüzü inkişaf elətdiririk. İnsanlarla işləmək də bu baxımdan bizim özümüzü gəlişdirməyə, inkişaf etdirməyə ehtiyac yaradır. Düzdür, çətin deməzdim də məsuliyyətli deyərdim. Məsuliyyətli bir peşədir bizim peşəmiz. Çünki baxın, bir uşaqla, bir yeniyetməklə, yəni bir şəxsiyyətlə məşğul oluruq, biz çalışırıq. Bizim o qədər professional yanaşmağımız lazımdır ki,
çalışanda, işləyəndə ki, onu biz sağaltmalıyıq da daha da xəstə etməməliyik və yaxud da ki, daha da psixoloji durumunu çətin vəziyyətə salmamalıyıq. Əksinə vəziyyətdən çıxarmalıyıq. Ona görə də çətin deməzdim, yorucu deməzdim, məsuliyyətlidir. Məsuliyyətlidir. Deyərdim. İnsanla işləmək. Bəli, çox məsuliyyətli bir peşəmiz var və bundan da çox həvəslə çalışıram. Süperdir. Həvəslə çalışırsınızsa bu əla bir şeydir. Bəli, və nə yaxşı ki də riyaziyyat müəlliməm hazırlıqda o dövrdə. Mən əslində başqa sahəyə istiqamətlənmək istəyirdim. Təsadüfən riyaziyyat müəlliməm hazırlıqda dedi ki, bəs səndən qəşəng psixoloq olar. Yəni doğrudan da elə dedi və həm də gələcəkdə bu iş baxımından, yəni çox faydalı ola bilərsən insanlara dedi. Sanki bir uzaq görəyinə. Öz sevdiyiniz işlə məşğulsunuz. Və araşdırdım, maraqlandım. Doğrudan da gördüm ki, həqiqətən də bu çox gözəl bir peşədir. Faydalı olmaq, yəni uşaqlıqdan əslində mənim istəyim olub ki, kiməsə bir faydam toxunsun. Məsələ budur, faydalı olmaq. Bəli. Buyur. Nəriman xanım, daha mən istəyirəm bir mövzu gedək. Bəli. Hər tərəfli, çünki insan psixologiyası, bunun başqa sevgi münasibətləri ya uşaqlarda, gənclərin, yəni hamısını istəyirəm etap-etap gedək, qarşı eləməyək Elman məncə. Birinci sual vermək istədiyim şey, insanlar psixoloqa nə zaman getməlidirlər, nə zaman müraciət etməlidirlər? Tam delirəndə mi acaba, yoxsa ən son həddə çatanda, ya da artıq bəzi həkimlər yönləndirir ki, sən bir psixoloji da görün, gör bəlkə sənə terapiyadır falan. Yəni sizcə nə zaman? Çox yerində, çox lazımlı bir sual verdiniz. Hətta mən bu yaxınlarda bununla bağlı bir posta paylaşmışdım səhifəmdə ki, terapiyaya, o deyir, bıçaq sümüyə dayananda getmək lazım deyil. Yəni ən son çarə kimi, çıxış yolu kimi getmək bu doğru deyil. Çünki o zaman problem o qədər də yığılır, dərinləşir ki, həll etmək və onun korreksiya etmək də bir xeyli zaman aparır. Bizlər də istəyirik ki, tez nəticəmiz olsun, tez vəziyyətdən çıxaq, amma o zaman da çətin olur. Bu baxımdan həm də nə mənada gecikdirməmək lazımdır. Artıq gecikdirəndə bilirsiniz necə olur? Bir insanlarla münasibətlər korlanmış olur. Ailədə məsələn həyat yoldaşları arasında vəziyyət lap boşanmaya gəlib çıxır. Ana ilə övlad arasında bir necə deyim, emosional bağ pozulur. Yəni bunlar hamısı son etapa saxlayanda baş verir. Amma o ki bir narahatlıq, münasibətlərdə bir xırda bir qığılcımlar kimi müşahidə olunanda, bu zaman müraciət olunsa daha sağlam bir yanaşma olar insanlarımız arasında, yəni bir var ki, münasibət insan arasında. Özünü pis günə qoyur, bir də var ki, artıq münasibətlərində pis günə qoyur. Yəni artıq başqasına da neqativ, mənfi yöndən təsir yaranır və həm də münasibətlərinə və bir başqalarına da. Yəni biz bu baxımdan məsləhət görərdim ki, mümkün qədər o qığılcımları hiss edəndə, o əlamətləri ki, hiss edəndə müraciət eləsinlər. Düzdür, həkimlərimizə də müraciət edirlər, həkimlərimiz də yönləndirir. Bu da öz yerində iki tərəfli, yəni olmalı məsləhət. Fərqində varmalıdır. Məsəl üçün yedikləri bir şey tutaq ki, həzm problemi yaradırsa, mədə ağrıyırsa, siqnal verirsə və artıq həkimə başvurursa, bu zaman psixoloqa da yəqin ki, artıq həyatında bir şeylərlə başa çıxmayanda, çox arxaya atırlar ki, əşi keçər falan deyə. Öyrəşərəm, zamanla alışaram bu duruma. Nə bilim, özümün öhdəsindən gələrəm. Belə bir deyim də var ki, insan öz-özünün psixoloqu olmalıdır. Mən onu demək istəyirdim. Qabaqladınız məni. Çox yanlış fikirdir. Onda o yanlış fikirdir də. Peki yanlış fikirdir. Düzdür, müəyyən qədər insan özü-özündə bəzi şeyləri tolerə edə bilir. Bilməlidir. Çünki özünü də axtarışa çıxmalıdır, özünü də tanımalıdır müəyyən mənada. Amma elə bir həddə gəlib çatırıq ki, artıq tolerə edə bilmirsən, artıq bir çıxış yolu görə bilmirsən, o çətin vəziyyətlərdən ayağa qalxmaq biraz çətin olur. O zaman təbii ki, dəstəyin nəyi pisdir ki? Burada yəni zaten psixoloq səni məsləhət vermir sənə bir çıxış yolu sunmur. Sadəcə səni özünü daha yaxından tanımağa, nədən qaynaqlandığını sənin gözündə açmağa, baxış bucağını dəyişməyə sadəcə bir təkan verir və bu baxımdan da düşünürəm ki, özünün psixoloqudur deməsin heç kim və vaxtında müraciət eləsin. Bu şey də bənzəyir, Türkiyə çarəyə bənzəyir. Məsəl üçün həkimə getmirsən, özünü müalicə edirsən, eləncidir. Neyinsən, psixoloq məsəl üçün get nə bilim
Pakizə xalanın yanına, o qəşəng danışır. Adam belə rahat deyir. Gedir sürü boşa. Pakizə xala da materialları yığır özündə. Bəzən deyirlər ki, psixoloq danışır, məsələn, efirdə çıxırıq, danışırıq. Bunları mən də bilirəm də, mən də deyirəm, məsələn, mən də məsləhət verə bilərəm, mən də bunları zaten deyirəm. Amma yəni burada biz efirdə müzakirə edirik, bir maarifləndirmə yönümündədir. Amma biz nə terapiya edirik, hansı metodlarla işləyirik, onun detallarını danışırıq. Bunların hamısının bir təhsili var, yəni bunların bir məktəbi var ki, bunlardan keçmək lazımdır. Ancaq boş söz yığınından istifadə etmirik axı. Yəni televiziya zeyn vururlar. Yəni məsləhət vermirik. Yəni ona görə də metodikalarla işləyirik və bu metodikaları tətbiq edirik ki, bir sağalma və yaxud da ki, vəziyyətdən çıxma. İndividual yaxınlaşırsınız yəni. Təbii olaraq bu da öz yerində. Son iki videomuz çox belə deyək də yaxşı irəlilədi bizim kanalımızda. Baxmayaraq ki, kanalımız yenidir. Təbii ki, bunlar hamısı sizin dəstəyinizlə olur. Çox təşəkkür edirik dəstək olan hər kəsə. Bəyənməyə davam edin. Videolar maraqlıdırsa paylaşın. Facebookunuz varsa Facebookda, nə bilim statusunuzda. Yəni bu formada dəstək ola bilərsiniz bizə. Bu üçünü irəliyə bilərsən. Bax, bu quş qoyduqlarım bu. Bunlarla. Okay, fərqi var mı hansından başlayacaq? Yox, elə üçünü də gedə bilərik. Okay. Birini sən deyirəm, birini mən deyirəm. Və bu günlərimdə biz növbəti belə deyim də maraqlı bir videomuza, əminəm ki, bu video çox qəşəng partlayacaq. Yəni partlayacaq dediyim bizim belə ətrafımızda da, bizim imkanımız daxilində partlayacaq. Və belə bir şey soruşmaq istəyərdim Nərmin xanım sizdən. Bezmişəm bu sualdan mən əslində. Hansı sualda? Amma bu səfər psixoloqa verirsən o sualı. Hə. Mən səhv eləmirəmsə bir dəfə də vermişdim bu sualı Nərmin xanıma, amma yox, sual verməmişdim. Ötəri söhbət edib keçmişdik bunun üstündən. Cəmaət nə deyər? Ay. Ya vallahi ciddi problemə çevrilib bu. Hər kəsə. Bu sual deyil, bu şeydir. Problemdir bu. Cəmaət nə deyər? Problemdir. Nə deyirsən cəmaət nə deyər? Tamam, bilsiz nətərdir? Belə bir məsələ var da indi. Bəzi nüanslar var, bəzi o anlar olur ki, orada bu cəmaət nə deyəri düşünmək olar. Okay, tamam. Ona tamamam. Problem deyil. Amma bunu bayraq eləmək, yəni bu məncə artıq çox bayraq olub əllərdə. Cəmaət nə deyərə psixologiya nədir ümumiyyətlə? Biz necədir? Düzdür, sizlə razıyam ki, elə nüanslar, elə məqamlar olur ki, burada təbii ki, ətrafımızın fikrini almalıyıq, xüsusən də böyüklərimizin fikrini mütləq ki, almalıyıq. Ancaq nəticə etibarilə qərar bizə məxsusdur. Hər hansısa bir işdə, hər hansısa bir qərarda və həyatımızın mərkəzi özümüz olmalıyıq və özümüzü həqiqətən tanıyırıqsa və özümüzə güvəniriksə və yetəri qədər özümüzlə bağlı qərar verməyə, o deyir, azadlığına, sərbəstliyinə sahibiksə psixoloji baxımdan, təbii ki, burada biz cəmaət nə deyər, o qədər də bizim üçün önəmli deyil. Burada əsas səbəblərdən biri kimi mən onu vurğulayaram ki, yetişdirilmə tərzi bu çox vacibdir, bu cəmaət nə deyər düşüncəsində. Əgər ailədə çox kontrolcu, çox basqıcı bir ailədə böyüyən bir gənc və yaxud da ki, bir şəxs varsa, təbii ki, cəmaət nə deyərə önəm verəcək. Çünki daima ailəsindən o dəstəyi görüb, daima ailəsinin idarəsi ilə müəyyən qərarları veribdir. İstər-istəməz sərbəst şəkildə özü qərar vermək hüququna sahib olmadığına görə irəli yaşlarda da bu ona çətinlik törədir və yeni bir mühitə düşəndə adaptasiyada çətinlik çəkir, uyğunlaşmada çətinlik çəkir. Bu baxımdan mütləq ki, ətrafının fikri, onların düşüncəsi, onların istiqamətlənməsi onun üçün çox vacib olacaq. Sərbəst şəkildə birdən qərar versəm görəsən nə deyərlər, bu addımı atsam görəsən nə fikirləşərlər mənim haqqımda. Əsas səbəblərdən biri mən bunu vurğulamaq istəyərdim. Amma zaman keçdikcə bunu insan özündə fərqindəlik yaratsa, bunun fərqinə varsa və öz üzərində işləsə, o qədər fərqindəlik. Yəni öz üstündə bunu necə deyim, bir çox şeyi, yəni fərqində olanda dəyişdirməyə biz hazır oluq da. Fərqində olmasaq təbii ki, onu dəyişə bilmirik. Bu baxımdan da bizim həyatımızda o hal ki, bizə çətinlik törədirsə, bunun fərqinə vardıq. Okay. Nə edirik? Artıq başlayırıq bunu düzəltməyə, yollar axtarmağa. Necə edə bilərəm ki, mən özüm sərbəst qərar verə bilim. Mən
özüm sərbəst addım atım və başqalarının düşüncəsini öz həyatımın mərkəzinə qoymayım. Özün həyatımın mərkəzi olaraq qoyum. Sən boş insansansa, təbii ki, cəmaatın səni istiqamətləndirməyini bir tərəfdən də istəyəcəksən. Deyirsən ki, bəlkə həqiqətən də mən düz eləmirəm. Amma sizin dediyiniz kimi dolu insandırsa, öz beyni falan varsa, özünün zaten belə deyim də səhvini də biləcək, düzünü də biləcək. Bu qiymətə də aiddir, hərəkətlərinə də. Yetişmiş insan, olgunlaşmış insan. Yəni təbii ki, o insanlar özünü tanımağa, özünü inkişaf elətdirməyə başlayır da bir yerdən sonra. Biz zaten daima nə qədər yaşımızın üstünə yaş gəlsə də özünüz də təsdiqləyirsiniz ki, növbəti yaşımızda bu yaşdan nəsə bir dərs çıxarırıq və növbəti yaşımızda onu etmək daima inkişaf elətdiririk. Amma yetişməmiş insan, olgunlaşmamış insan bunu edə bilmir. Eyni səhvləri növbəti yaşında da etməyə davam eləyir. Burada biraz təhsilin də rolunu deyərdim ki, o önəm daşıyır. 100%. Təhsilin də rolu önəm daşıyır, vacib. Yəni yetişmə, təhsilin rolu və yetişkinlik, olgunluq, yəni bunlar hamısı bir-birindən bağlıdır. Plus belə bir məsələ də var. Məsəl üçün valideynlərin zamanında təhsilində problem olub və bu cəmaət nə deyər düşüncəsi ilə inkişaf eləyir. Ora bu belə də bir nə deyim, yoluxucu bir şey olub. Zəncirvari şəkildə. Ondan ona o öz uşağına belə cəmaət nə deyir. Və tək, yəni bu mövzuda yox, bir çox mövzularda çox təəssüf ki, bu bağ şəklində, zəncirvari şəkildə irəli yaşlara ötürülür. Amma onu da üzr istəyirəm, yəni fərqində olan kimi bir dur deməyə bacarmaq lazımdır. Dəyişdirməyə çalışmaq lazımdır. O önəmlidir. O önəmlidir. Nərmin xanım, bayaqki danışığımızın əksinə bəzi insanlar var ki, həqiqətən də özü sadəcə bir şeyin fərqindədir ki, nəsə düzgün getmir və ya həm həyatında, həm öz psixologiyasında və seçmir nə ailəyə danışmaq, nə rəfiqə, dost falan və psixoloqu seçir. Sualım budur ki, insanlar niyə dərdini dosta deyil, artıq indiki zamanda sanki belə gedir. Dosta deyil də gəlib psixoloqa danışırlar. Nəyə görə? Sağ ol səni. Çox gözəl sualdır və çox fərqli sualdır. Bugün hazırlaşıb ha. Bəli. Bilirsiniz necədir? Düzdür, dosta da danışılır, deyilir. Amma axı dost bayaqki sözümüzə qüvvət. Müəyyən bir məsləhətlər verməyə meyilli olur, düzdürmü? Öz həyatına götürür. Bir nümunə gətirir, filan kəsin həyatından və yaxud da öz həyatından və yaxud da ki, istiqamətləndirmiş olur da, belə deyək. İstərsə də və yaxud da istəmsizcəsinə də, yəni ola bilər ki, istəmədən eləyir, ola bilər istəyərəkdən eləyir, bilərəkdən eləyir və nəticə etibarilə bir sağalma baş vermir axı burada. Müvəqqəti biraz özünü rahatladır, danışır. Çünki dinlənməyə hər birimizin ehtiyacı var. Dostlarımız da yəni bizi dinləyirlər. Bu baxımdan bizə çox faydalıdır. Demək ki, halının üstünü altına süpürürlər danışdıqca. Ancaq professionaldan dəstək almaq axı tam başqa mövzudur. Professional artıq yenə bayaq dediyim kimi orada söhbət edir və metodikalarla işləyərək düşüncə sinə toxunaraq, düşüncə xətalarının üzərində işləyərək nə edir? Baxış bucağını dəyişir. Məsələnin daha fərqli tərəfdən və dərindən bizim nə baş verir? O sanki beyində, zehində bir aydınlanma baş verir, lampa yanır. Yəni o effekt baş verir beyində. Artıq məsələ problem olmaqdan çıxır. Çünki oradan da müəyyən qədər bir faydalı tərəflər çıxa bilir. Faydalı tərəfdə çıxmasa da başqa hansı yollar ola bilər ki, bu vəziyyətdən çıxa bilərəm? Nəticə etibarilə nə baş verir? Siz bayaq dediyiniz kimi xalçanın altına getmir. Həll baş verir, yəni həll olunur və bir dəfəlik bitir. Artıq o problem narahat etmir. Və yaxud da ki, başqa bir situasiyada yenidən eyni halla rastlaşanda nə baş verir? O qədər də incitmir. Məncə dost tanır sadəcə belə əyləncə falan çox lazım deyə. Mən sənin dediyini bilsən nəyə bənzədirəm? Məsələn, olur insanlarda hansısa bir normal bir ağrı olur da hansısa ağrı. Get filan şey elə keçib gedəcək. Bəlkə də ona allergiyası var, bilmir ha məsələn. Zaten buna görə başda demişdim ki, individual yaxınlaşmalıdır. Səni təsir edən şey ona təsir edəcək demək deyil yəni. Eynən. Hərədə bir fərqlidir. Yəni yenə dediyim kimi ki, dostlar da istəmədən yanlış yönləndirə bilərlər. Onun da fəsadları da yəni ola bilər. Ona görə də lazımdır. Dinlənmək hamımız istəyirik. Dinlənmək lazımdır. Ancaq
bayaq dediyim kimi qığılcımları görən kimi, yəni peşəkar dəstəyi Psixoloqa müraciət edin. Bəli. Nərmi xanıma. Elman, kameranın arxasında mənə şiddət göstərə bilməsən. Burada psixoloq var. Help, xahiş eləyirəm. Geçen videoda deyir ki, mənim üstümə qışqıra bilməsən. İndi deyir şiddət göstərə bilməsən. Başqa şey fikirləşəcəyiz amma. Psixoloqumuz buradadır. Mənə bir şey deyə bilmir. Qadın dayanışması. Dostlar, konseptin dəstəyi ilə podkastımız tam sürəti ilə davam edir. Hələ isinişirdik. Əsas mövzular indi gəlir. Amma o hələ lap o əsas mövzulara keçməmişdən. Nə oldu? Dağıtdın üstümə can. Dişməz. Oy. Əsas mövzulara keçməmişdən qabaq bir-iki dənə də belə deyək də məni maraqlandıran mövzu var. Sual deyirəm hər dəfəsində, sual deyil bu. Sən mövzularımız. Mövzulu qeyd eləmişik. Ki, yəni budur, bunları danışacağıq. Nərmi xanım, mənim üçün bir digər vacib bir məsələ də var və bu belə deyim də son bir ildir mən həyatımda buna maksimum diqqət eləməyə çalışıram və bilmirəm niyəsə özüm diqqət eləyirəmmi deyədir, yoxsa nədir? Qarşı tərəfdən də, yəni digər insanlardan da bunu istəyirəm. Amma mən bunu belə deyim də bir ChatGPT kimi sual-cavab yox, bir psixoloqdan eşitmək istəyirəm ki, empati nədir? Nəyə yarayır? Nə üçündür bu empati? Yəni qarşı tərəfi anlamadan onu ilə münasibət qurmaq olarmı? Onu düşünmək olarmı? Nədir empati Nərmin xanım? Danışın. 10 dəqiqə vaxtınız var. Bu özü də çox geniş mövzudur. Siz baxın, belə bir şəxs düşünək ki, intellektual zəkası çox yüksəkdir. Super yüksək intellektual zəkası var. Ancaq uğur qazana bilmir. Ya da tərsinə. Çox yüksək intellektual zəkası yoxdur. Normalda da, yəni. Amma çox da gözəl uğurlar qazanır. Münasibətləri çox gözəl qaydasındadır. Hamı tərəfindən sevilir. Amma digər şəxs nə işdə uğur qazana bilmir bir o qədər, nə insanlarla olan münasibətləri çox da yaxşı getmir. Belə deyək də, yəni uğursuzdur. Sizcə səbəb nə ola bilər bu iki şəxsə? Mən də sizə sual verim. Qəşəng. Bir dəqiqə deyəm. Və də biz odaqlandıqmı, onu da yoxladıq biraz. Deməli, biri uğurludur, biri uğursuzdur. Elman bəy bilir ki, məndə var o. Biri uğurludur, biri uğursuzdur. Yəqin ki, elə bu empati məsələsidir də. Çox güman ki, yəni uğursuz olan belə deyək də empati hissindən düzgün istifadə eləməyib deyə uğursuz olub, digəri istifadə eləyə bilib deyə uğurlu olub. Yəni başa düşdüyüm qədər bu iki nəfər tanış deyirlər də. Yox, ayrı-ayrı bir şəxsiyyətlərdir. Sən də şey deyil bu. Məntiq sualı deyil. Yox, mən elə bildim ki, şey axtarırıq da. Yox, mən elə bildim ki, yəni özünü onun yerinə qoyub ya uğurlu olub ya da uğursuz. Yox, ayrı-ayrı bir-birindən əlaqəsiz şəxslərdir. Baxın, çox düzgün vurğuladınız. Empati də emosional zəkanın bir hissəsidir də. Yəni deməli ikinci şəxsdə, uğurlu olan şəxsdə normal IQ ilə yanaşı, yəni intellektual zəka ilə yanaşı emosional zəka da inkişaf edibdir. Ona görə o həm işdə uğur qazanır, həm belə deyək münasibətlər çox gözəl qurur, hər kəs tərəfindən sevilir. Amma digər şəxs onda ancaq yüksək intellektual zəka var, amma emosional zəka o qədər də inkişaf etməyib. Təbii ki, münasibətlərdə problem, kollektivdə problem istər-istəməz. Bu problemlər də nə edir? Onun iş vəfəqətini aşağı salır. O qədər də uğur qazana bilmir. Emosional zəka da, empatiya da emosional zəkanın bir hissəsidir. Yəni emosional zəkadan qaynaqlanır. Yəni bu bir qavrama formasıdır, belə deyək. Emosional zəkanın olmağı çox vacibdir insanlarda. Bir-birini anlamağı, elə empatiyaya gəlirəm də. Yəni o empatiya da, emosional zəka da, yəni insanların bir-birini anlamağı, özünü bir başqasının yerinə qoymağı, ön yarğı göstərmədən
əzmədən, yıxılanı biraz da baltalamadan, yəni vəziyyətə görə, situasiyaya görə onu qiymətləndirməyi, başa düşməyə çalışmaqdır. Yəni bunun da təməldə emosional zəkanın olmağından qaynaqlanır ki, bu da elə şəxslər var, bəzilərimizdə inkişaf edib, bəzilərimizdə inkişaf etmir. Bunun da bir çox səbəbləri var. Nərmin xanım, bəs məsələn empatiya hissinin çox fazla gelişmiş olması. O da bəli, həddindən çox. Yəni suyu da deyirik, suyu da çox içsən, həddindən çox içsən problemdir. Çünki bəli. siz dediniz ki, emosional zəka çox olmalıdır ki, sən kollektivlə ya da ətrafınla düzgün əlaqələr qurasan. Tutaq ki, çox belə deyim də, empatiya qurur və altda yatan səbəbləri də, məsəl üçün, qarşıdakı insanın artıq səmimiyyətsizliyini də görəcək dərəcədə inkişaf eləyib və artıq ona qarşı xoş davranmaq istəmir. Burada emosional istifadəyə də uyğurur da, yəni. Bəli. Zədələnir o zaman emosional zəkası. Təbii olaraq. Yəni normada olmalıdır. Yəni intellektual zəka ilə bərabər emosional zəka da olmalı. Heç olmamağı da problemdir. Həddindən çox olmağı da problemdir. Bu normal nətər kontrol edir ki, məsələn, normal bu bizim bir sualımıza da gəlib çıxır. Doğrudan. Məndə bir sual var idi ki, insan psixoloji olaraq güclü olduğunu nə vaxt anlayır? Bu ikisini elə bu iki sualı birləşdirib cavab versin. Yəni məsələn insan normanı nətər müəyyən etməlidir ki, okey, mən normadan artıq şey oldu. Normanı o zaman bəlirləyir ki, əgər həddindən çox empatiya göstərirsə, nə olur? Sui-istifadəyə məruz qalır. Təbii ki, müəyyən bəzi insanlar var ki, bundan istifadə edir, özünü acındırıb istifadəyə gətirib çıxarırlar. Burada bir dur deməyi bacarmaq lazımdır. Situasiyada olan insan da özünə deyir. Necədir? Bir dəfə o situasiyaya düşürsən, iki dəfə situasiyaya düşürsən, yəni əgər yetişkin insansansa, yəni bunun fərqinə varırsan bir yerdən sonra, nə qədər sui-istifadəyə məruz qalacaqsan, nə qədər yox deməyi bacarmayacaqsan. Nə qədər sən istifadə edəcəklər. Nə qədər istifadə, eynən. Yox deməyi bacarmadığımız halda, deməli empatiyamız həddindən çoxdur. Yəni bəzən yəni yox deməyi bacarmalıyıq. Və yaxud da ki, hər şeyə də hə demək də. Bu tərəfdən amma hər şeyə hə demək də yəni o cürdür. Yəni yox deməyi bacarmaq lazımdır. Okey, bir dəfə anladım, başa düşdüm, özümü qoydum sənin yerinə, bu situasiyadan sənə çıxmağa dəstək olaram, kömək olaram, yəni bəzən maddi, bəzən mənəvi. Amma bir dəfə, iki dəfə, amma axı sonra nəyə gəlib çıxır? Sui-istifadəyə gəlib çıxır. Burada bir stop deməyi, özümüzə limit qoymağa bacarmalıyıq. Göstərirsən, xətrinə dəyərəm, inciyər. Orada gedir, başqası nə düşünərə gəlib çıxır. Qıraqdakı nə düşünər, o nə düşünər, bu nə düşünər. O da problem olduğuna görə artıq. Eynən. Orada özümüzə bir stop deməyi bacarırıqsa, deməli emosional zəkamız, empatiyamız normal səviyyədədir, normadandır. Kontrol edə bilirik. İdarəsi bizim əlimizdədir. Və o zaman eyni zamanda da başa düşürsən ki, artıq psixoloji olaraq güclüsən, düzdür? Tamam. Son iki sualın birdən cavabını nasıl aldım? Bəli. Yəni tüm bunları psixoloji baxımdan nə vaxt güclü oluruq? O zaman güclü oluruq ki, özümüzü yaxşı tanıyırıq. Fərqində. Özümüzü nə bizə xoşdur, nə bizə xoş deyil, onu bilirik. Ayılmaq var. Hərçin bilik. Sağ ol. NATO seansı gəldi, podkastda yox. Və şəxsi sərhədlərimizi bilirik. Şəxsi sərhədlərimizi pozmağa heç kimə icazə vermirik, düzdürmü? Və bütün bunları balanslı səviyyədə saxlaya biliriksə, artıq yəni psixoloji baxımdan güclüyük və lazım gələndə də öhdəsindən gələ bilmədiyimiz durumlar varsa, professionaldan dəstək almaq ağlımıza gəlirsə və gedirik dəstək alırıqsa, o zaman əziyyət zaten bu özü Ya bu yaxşı bir şey. təbii olaraq və zaten bu güclü olduğunun göstəricisidir. Və bu sadəcə psixoloji olaraq deyil, həm də bədənsəv, ruhən də artıq güclü olursan. Çünki psixologiyamız Psixologiyamız olunsa, səbəb demiş o, qədələr, əlaqəlidir də. Yəni fiziki baxımdan xəstə olanda da, narahat olanda da təbii ki, bizim psixologiyamıza təsir edir. Psixoloji baxımdan narahat olanda da neyinirik? Xəstəliklər, immunitetimiz düşür aşağı, xəstəliklər artır, özümsüzlüyümüz. Hamısını abiyə ki, çöldən olan bir şeydir ya da yediyim bir şey toxundu. Amma sənin axı orada nəsə də bir kodlarım da var axı. Gedib bəlkə biraz da psixoloq, biraz dırmaq arası yanaşırlar Nərmin xanım. Yəqin siz çox çəkirsə də bu şeydə. Düz artıq Gözəldən mənim onunla bağlı bir sualım olacaq. İndi verməyib. İndi verim. Ya da indi də verə bilərəm. mövzu sanırkən Mövzu sinifdən davam edeyim məncə. Nərmin xanım, belə bir məsələ var idi. Bayaq səsləndirdim o sualı.
bir də səsləndirəcəm. Deməli, bir sosial şəbəkələrin birində belə bir post paylaşılmışdı bir valideyn tərəfindən ki, psixoloqlar uşaqlarımızı yanlış tərbiyə eləyir, onları daha çox azad olmağa təşviq eləyirlər və biz artıq onların o belə deyək də dırnaq arası tərbiyəsinə görə öz uşaqlarımızın kontrolunu itiririk. Siz bu haqqda nə düşünürsüz? Sizdən eşitmək istəyirik onu. Çox bəyəndim bu sualı. Həqiqətən də çox ehtiyac var bu hissə haqqında maarifləndirməyə, məlumat verməyə. Burada iki nüansa toxuna bilərik. Bir tərəfdən həqiqətən həmin xanımın müraciət elədiyi psixoloqlar ola bilər ki, professional psixoloq olmayıb və həqiqətən də doğru şəkildə yönləndirməyiblər onun övladını. Əgər ki, öz övladından yola çıxaraqdan deyirsə, o zaman bəlkə biraz haqq vermək olar ki, professionallarla üzləşməyib və qeyri-peşəkar mütəxəssislər həqiqətən də uşaqları sən azadsan, sən valideynlərdən asılı olmamalısan, yeri gəlsə zəng eləyib nəsə sənə qarşı olsa şikayət eləməlisən. Yəni belə istiqamətləndirə bilərlər. Bu baxımdan hardasa əgər belə bir situasiya olubsa haqq vermək olar, başa düşmək olar. Ancaq ümumiləşmiş şəkildə bütün psixoloqların adından bu cür çıxış etmək bu doğru olmayan tərəfdir həmin xanım müraciətində və digər tərəfdən də hansı halda ola bilər ki, dəstəkləməzlər. Həqiqətən də doğru mütəxəssisə gedibsə əgər, istədiyi nəticəni ala bilməyibsə, o da bu tərəfdən də ola bilər ki, uşağı özü kontrol etmək istəyir. Nəzarəti altında, o avtoritar rejim altında mən otur dedim oturmalısan, dur dedim durmalısan, sözündən çıxmamalısan, mənə ağzını açıb heç nə deməməlisən. Ola bilər bəlkə də o cür istəyir ki, çünki bəzən valideynlər istəyir ki, uşaq bir himə bənd olsunlar. Yəni nədirsə o olsun, robot kimi. Amma bu da mümkün deyil axı. Ona görə də uşağı elə yönəltmək lazımdır ki, böyüklərin sözündən də çıxmamaq lazımdır təbii ki. Doğru davranışları sərgiləmək, doğru olmayan davranışları necə korreksiya etmək, necə düzəltmək və necə doğru şəkildə tətbiq etmək lazım olduğunu öyrətmək lazımdır. Yəni toparlayacaq olarsaq, burada valideynlə uşaq arasında ən sağlamı işbirliyi aparılmalı, tək uşağın üstünə düşülməməli. Ola bilər ki, valideynlərdə də düzgün olmayan yanaşmalar var. Uşaqda da düzgün olmayan yanaşmalar var. Bunları araşdırıb tapıb, birgə, işbirliyi şəkildə hər ikisi ilə. O zaman heç bir aşırı dərəcədə sərbəstliyi uşağı çağırışdırmağa ehtiyac qalmır. Həm valideyn özündə olan doğru olmayan tutumu düzəldir, uşaq da valideyndən nümunə götürür və artıq qarşılıqlı şəkildə işbirliyi edərək problem aradan qalxmış olur. Yəni ən doğrusu budur. Yəni düşünürəm ki, bu iki səbəblə qaynaqlanmış. Belə indi dediyinizdən bir qeyd elədim özümdə. Mən bunu bir dəfə özüm üçün müraciət eləyəndə Türkiyəli mütəxəssislərə, Türkiyəli psixoloqlara müraciət eləyəndə onlarda belə bir bölmə var idi. Hansında ki, girirdim, psixoloq haqqında orada məlumatlar yazılmışdı. Bu neçə ildir bu psixoloqun stajı var. Nə işlər görür, əsasən hansı işlər görür. Mən sonra Azərbaycanda axtardım bunu. Onlayn konsultasiya. Konsultasiya. Onlayn konsultasiya lazım idi mənə. Mən Azərbaycanda bunu tapa bilmədim deyə mən Türkiyəyə yönəldim. Bizdə valideyn necə seçsin ki, uşağını doğru əllərə verib? Nətər seçsin burada? Mütləq müraciət edəndə birinci növbədə mütəxəssisin təhsilini soruşmalıdır. Yəni universitet bitiribmi, diplomunu hətta lazım gələrsə tələb də etməlidir, bu onun haqqıdır. Yəni göstərmənə. İndi hələ də düzdür var belə durumlar ki, araşdırmadan tək valideynlərdən söhbət getmir. Elə yetişkinlər də var ki, müraciət eləyirlər. Mən özüm də eşidirəm ki, yəni elə mütəxəssislərə müraciət eləyirlər. Elə yanlışlıqlar, doğru, yəni psixologiyaya aid olmayan yəni yanaşmalar sərgiləyirlər ki, mütləq şəkildə təhsil birinci növbədə sorğulanmalıdır. Haranı oxuyub, haranı qurtarıb, staj təbii ki öz yerində,
və diplom tələb olunmalıdır. Yəni Bundan elə sonra hallarda da başını sözünüz kəsiləm. Elə hallarda da olur ki, diplomu falan var da, təcrübəsiz də var, amma gəlib baxırsan ki, empatiya, hələ psixoloqun özü belə empatiya qurmur, deyir ki, evlən düzələrsən. Mən bir rəfiqəmə demişdim. olur belə Evlən istisnalar da olur. Amma bunu biz necə deyim, araşdırmaqla bilə bilmirik də. O zaman o yanlış etmək haqqımız olur. istisnalar qaydını dəyişmiyor. Bəli, artıq onu empatiyanı çünki kənardan görmək olmur təəssüf ki. Bir sənət deyil ki, baxaq bilək. Ona görə ilk seansdan zaten tuta bilirsən ki, bu mütəxəssis necə bir mütəxəssisdir. Yəni bəs həqiqətən də evlənsək düzələrmi? Doğrudan evlilik düzəldir nəysə. Həqiqətən qarşılaşmısınız belə şeylə ki, valideyn heç olmasa deyir ki, dinəyin ki, uşağıma ya da qızıma ki, ya da bilirsiniz bəlkə də onu bəzi şeyə görə deyirlər. Adı düzgün bir şey deyil. Bilirsən, qadının bədənsel ginekoloji baxımdan bəlkə deyirlər. Bir çox həkimlərimiz ona deyirlər. Amma ki, çoxusu da yəni Ginekoloqlar demir, bir çoxu deyir. amma sizcə də düzgün deyilmi yəni? İndi həkimlər baxımından bəlkə də ola bilər müəyyən fizioloji tərəflər ola bilər ki, indi həkim nöqteyi nəzərindən haqq vermək olar, amma psixoloji nöqteyi nəzərindən bu təbii ki, tam yanlış bir yanaşmadır. Birinci də onu aydınlaşdırmaq lazımdır. Burada bir problem varsa, psixoloji problem varsa, bu evləndirib biraz da bədbəxt eləmək, ya da ki, kiminsə qızını və ya oğlunu da bədbəxt eləmək nə dərəcədə doğru olar və nə dərəcədə insanlığa sığar və inandırım sizə, yəni müəyyən irəlidə problemlərlə doğulan uşaqlarda, yəni bu genetik faktor çox rol oynayır. Hər bir situasiyada rol oynayır demirəm, amma bir çox situasiyada, bir çox problemlərdə genetik faktor vacib rol oynayır. Ona görə də yəni sağlam psixoloji ruhda bu uşaq böyüməlidir. Sağlam psixoloji ruha malik olan valideynlər yetişdirməlidir ki, sağlam bir şəxsiyyət yetişsin gələcəkdə ki, o da sabah ailə quranda, övlad tərbiyə eləyəndə və yaxud da ki, yoldaşına qarşı normal davrana bilsin. Sağlam psixologiya ilə davrana bilsin. Burada çox, yəni o keçmiş uşaqlıq çox vacibdir və harda dünyaya gələcəyin, hansı ailədə dünyaya gələcəyin də çox vacibdir ki, bunu seçə bilmirik. Eynən, o da doğrudur. Ancaq bu çox əhəmiyyətlidir bunlar. Çünki yetişmə tərzi, valideynin tərbiyə üsulu, valideynlərin özünün psixoloji durumu, ailə ortamı, yəni bunlar çox vacib rol oynayır və genetika. Yəni xanım tam elə evlilik falan demişkən, qadın-kişi münasibətlərinə də bir tık göz açsaq yaxşı olar. Elə mən də oradan davam edəcəm. Girirsən, ən çox maraqlandı sən zaten odur. Əla. Qadın-kişi münasibətində kim daha çox manipulyasiya edir? Bizim bayaqki o manipulyasiya söhbətimizdə sən də o zaman verəcəkdin səni. Getdi. Всё, mən qazandım. Mənim üçün ümumiyyətlə manipulyasiya sözünün özü neqativ bir şeydir. İndi gəl Nərimin xanım görək nə deyəcək. Mənim üçün manipulyasiya neqativ bir şeydir. Mənə görə. Bu da bir sualdır ya, manipulyasiya. Təbii ki, manipulyasiya doğru yanaşma deməzdim. Yəni kimisə manipulyasiya edib dəyişdirmək istəmək o nə dərəcədə doğru Məsələn, sayılır? valideyndir və uşağını bir şey ikna eləmək istəyir, onu xoş şəkildə manipulyasiya edirsə, yəni ağ yalan kimi də, yəni. Yox, burada o başqa şeydir. O manipulyasiya deyəndə burada uşağı bir var, nəsə bir dərsdə uğruna görə, hər hansısa bir motivasiya ola bilər bu. Manipulyasiya deməzdim, o motivasiya. Çünki hamımızın motivasiyaya ehtiyacı olur. Məsəl üçün adi iş şəraitində bizə maaş verməsələr bizim motivasiyamız olar, yəni. Uşaq da belədir də, yəni bu uşaq ki oyun dövründən keçir təlim dövrünə, yeni başlayır məktəbə. Axı həmişə indiyə kimi oynayıb, sosiallaşıb, indi birdən düşür təlim şəraitinə. Bu uşağı müəyyən qədər biraz təzə-təzə motivasiyalandırmaq lazımdır ki, biraz o özünə idarəni daha yaxşı öyrənsin, oturmağı, gözləməyi, məktəb şəraitində, yəni qrup şəraitində. Yəni təbii ki, orada motivasiya lazımdır. Buna bu motivasiya başqa şeydir. Burada o manipulyasiya isə münasibətlərdə zəhmət olmasa izləyicilərimiz üçün də yəni sizin dediyiniz amma qarşılıqlı o kişi-qadın münasibətindəki manipulyasiyaya toxunacaq olarsa, yəni onlarda da doğru deyil. Yəni kişilər də manipulyasiya eləyə bilər, qadınlar da. Yəni burada xüsusi kişilər çox manipulyasiya eləyir, qadınlar yox. Manipulyasiya nədir? Onu bir dənə izah eləyə bilərik. Manipulyasiya onu necə deyim, idarə etmək, yəni müəyyən təsir etməkdir. Yəni ona özünə sərf etməyən bir şeyə dəyişdirməyə çalışmaq, belə deyim. Hə, yəni dəyişdirmək, amma əgər biz o şəxsi olduğu kimi qəbul etmiriksə, onu dəyişdirmək istəyiriksə, bu bizim özümüz üçün nə dərəcədə sağlamdır? Yəni biz özümüz üçün də yalan danışmış oluruq. Əksinə biz özümüzü manipulyasiya etmiş oluruq. Sizcə qadınlar göz yaşı ilə özünü biraz belə əzik kimi göstərməklə çox
O zaman deyə İşte bilərik ki, yanlışdır da o. Amma orada baxır indi onu da yenə də edirlər dedim mən. Amma yəni orada Edənlər var. Yəni tərəfli yanaşmamız edənlər var. Amma o göz yaşı həqiqətən ola bilər. Daxili Yes. gərginlikdən, duyğuların təlatümündən də qaynaqlana bilər. Çünki həqiqətən də işdə elə bir durumla rastlaşa bilər, ağlaya bilər, əsəbləşə bilər, özündən çıxa bilər. Yəni çünki hamımızın sinir sistemi bir deyil, hamımızın temperamenti, xarakteri bir deyil. kişilər necə manipulyasiya edirlər bəs? Kişilər daha çox psixoloji manipulyasiyalara daha çox necə deyim, təsir edirlər. Sözlərlə çalışırlar, tərifləyə, Sevgi sözləri. Sən mənə niyə baxırsan? Nə başa düşmədim? Allah Allah. Başı ilə də belə eləyir. Kişilər necə manipulyasiya edirlər? Başqa kişi yoxdur, neyini? Yəni hə, daha çox sözəl olaraq, yəni o sözlərdən təsir edib özlərinə doğru çevirməyə, biraz davranışını dəyişdirməyə istəyirlər bəzi məqamlarda. Amma onlarda da yenə də həqiqətən o cür düşünüb də deyən olar ki, biz onu qıraqdan baxıb bəlkə də manipulyasiya kimi qəbul, amma bəlkə də düzünü deyir. Yəni ki, manipulyasiya etmir. Mən şəxsən- Ona görə situasiyaya görə dəyərləndirmək olsa daha yaxşı olar. Mən şəxsən münasibətlərdə istər sevgi, istər ailə, öz şəxsi fikrimi deyirəm. Mənə görə manipulyasiya ümumiyyətlə qəbul olunmaz bir şeydir. Yəni əgər bir münasibətdə manipulyasiya varsa, o sağlam münasibət deyil. Özünü aldatmaq deməkdir. Yəni sən başqasını manipulyasiya dəyişirsən də deməli özünü dəyişirsən. Özünə yalan Ya da demək ki, danışırsan. doğru Yəni, qərar verməmisən. Sən özünü aldadırsan. istədiyini tapmamısan deyə indi manipulyasiya ilə onu dəyişib öz istədiyin kimi eləmək Ki, istəyirsən. heç kimi də dəyişmək Çətindir, mümkün deyil. Mümkün deyil. Əgər kimsə dəyişmək istəyiriksə, deməli həmin şəxs və yaxud da hansısa bir situasiyanı dəyişmək istəyiriksə, özümüzə görə, deməli o situasiya bizim üçün sağlam deyil və həmin şəxs bizim üçün sağlıqlı olanı deyil. Ən sağlamı odur ki, özümüzü o kənara çəkməliyik və özümüzə uyğun insanı tapmalıyıq. Yəni bizim düşüncəmizə uyğun, dəyərlərimizə uyğun. Yəni də Nərmin xanım, suallar arasında yox idi, amma TikTokda bir akım var. Empatlar manipulyasiya eləyəni tuturlar, tez başa düşürlər. Sən yəni empatları əsla manipulyasiya eləyə bilmirsən deyə bir şey var. Bir psixoloqdan soruşum, çox maraqlı, mənə həqiqətən də elədir. siz necədir? Tuta bilənlər də ola bilər, olmayanlar da ola bilər. O baxır insanın özgün, həqiqətən də düzdür, empatiya rol oynayır burada. Vacib rol oynayır. Amma ola bilər ki, o qədər empatiyadır, həddindən çox orada da yenə gəlirik də aşırı dərəcədə empatiyada heç tuta da bilməyə bilər. Özünü ya da tutanda qoyur onun yerinə, hə, ki, başa düşür ki, o mənə hazırda nəyisə kimi eləməyə çalışır. Bir də bəzən o bədən dili də var da, yəni psixologiyada. O bədən dilindən də tutmaq ola bilər ki, o hansı hərəkətlər məni necə manipulyasiya edir, hansı hərəkətləri məsəl üçün mimikalarından, jestikalarından da tutmaq ola bilər ki, məni manipulyasiya etməyə çalışır. Burada da biraz yəni biraz psixologiyanın içində olanda, biraz bilgili olanda məncə tutmaq olur onu. Sonra da dərindir ki, özü də özünü Bir də biz nə zaman tutmaq ola bilər ki, yəni insan özünü tanıyırsa, görür ki, hə, qarşındakı səni dəyişdirmək istəyir, manipulyasiya etmək, yəni sənə bir təsir etmək istəyirsə, sən axı orada sən ki, axı bu sən deyilsən, bu mən deyiləm. Məni kimsə mənə təsir etmir. Axı bu mənim cavabım ola bilməz, bu mənim qərarım ola bilməz. Şey, boş deyilsən də. Yəni boş olanda sənə orada təsir edir. eynən bir bayaqki kimi dur deyir, bir dəqiqə dayan, mən niyə təsir altına düşdüm? Bütün mövzularımız birləşdi yəni hal-hazırda. necə yəni? Axı bu mənim sözüm deyil, bu mənim fikrim deyil, bu mənim və hamımızda olur bu zaman-zaman bu şeylər bəzən, yəni ola bilər. Amma orada bir deyə bilirik ki, bir dəqiqə. O necə ola bildi ki, mən manipulyasiya olundum. Ona icazə vermirik. O zaman dərk edir ki, bizə çox adam da bilir, amma yox da deyə bilmir. Bayaq bəli, orada da yox deməyi bacarmaq lazımdır. Çox adam da bilir və ona sərf eləyir, idarə olunmaq istəyir, belə də ola bilər, təsir altına düşə bilər, belə də ola bilər. Həqiqətən də öyrəşibdir, yəni uşaqlıqdan, yəni artıq o çünki özünün bayaq yenə gəlirik çıxdıq, sərbəst qərarı yoxdur, sərbəst düşüncəsi yoxdur, özü necə deyim, kimdənsə nəsə bir gözləyir. Bir də özgüvən məsələsi də burada vacib rol oynayır. Özünün güvəni olan insanı heç kim manipulyasiya edə bilmir, heç kim təsir edə bilmir, heç kim dəyişə bilmir. Ancaq özgüvəni olmayan insan daima kimdənsə nəsə gözləyir ki, qoy bunu da fikrini alım, qoy onu da fikrini alım, ondan sonra qərar verim. Bəlkə mənim fikrim bu qədər də önəm daşımaz, bəlkə də kimsə mənim fikrimi bu qədər də dəyərləndirməz. Burada nəyə gəlib çıxırıq? Özgüvənin yetəri qədər olmamağına. O zaman akımı dəyişdiriyoruz.
bir empatsan yox, bir özgüvənlisənsə, manipulə eləyən Bəli. insan sənə təsir Özgüvənli və etməz. özünü tanıyırsansa, özünü bilirsənsə, heç kim təsir edə bilməz. Ağıllı olun. Bayaqdan başlayıb belə yüngül mövzular danışdıq. İndi keçirik ciddi məsələlərə. Kinoda demişik. Keçirik vaclı məsələyə. Keçirik digər məsələyə, o üçün vaclı məsələyə. Gülmə, başıma gələr. Sizə deyəcəm çox amma vacib məqam məsələ. Mən bilirsiniz niyə vacibdir? İlk öncə onu izah edeyim. Dostlar, sevgidən danışacağıq. Sevgi mənim üçün müqəddəsdir. Yəni sevgi mənim üçün bilirsiniz nədir? Məscidə gedib namaz qılmağa bərabər bir şeydir. Dininə hörmət eləmək kimi bir şeydir. Ateistə nətər nifrət eləyirlər, belə deyək də, İslam dinində ateistə nətər qəbul eləmirlər. Sevgiyə inanmayanda mən qəbul eləyə bilmirəm. Yəni o adamlara biraz ciddi baxmıram. Mənim sualım belədir. Mənim üçün sevgi var, kim nə desə də. Mənim fikrimi heç kim dəyişə bilməz. Mən sevginin nə olduğunu anlamışam, çox araşdırmışam. Bu qalınlığında araşdırmalarım var. İstəsəz gələrsiniz, göstərərəm. Mənə də maraqlıdır. Sadəcə mən bu sevgi məsələsini biraz psixologiyaya gətirmək istəyirəm və sualım belə olacaq ki, sevgi hissdir yoxsa seçim psixoloji nöqteyi nəzərdən? Hər şeydən ən birincisi sevgi ən ali hisslərdən biridir. Oh yes. Ən ali hissidir, yəni sevgi. Yəni ondan o tərəfə nə dərəcədə ali hiss ola bilər ki? Sevgi ən pik nöqtədədir də, yəni sevgi. Onun o yanası yoxdur. Yoxdur. Bəli. Seçim də rol oynayır. Yəni kimisi sevgini seçir, kimisi başqa bir şeyləri seçir. Hər kəsin özünün baxışı, dəyərləri. Ancaq yəni sevgi var və ən ali hissdir və bizi kainatda fərqləndirən, bizdə var deyə bu hiss, bizi kainatda hər şeydən fərqləndirən bir hissdir. Sadəcə bu sevgini indiki müasir dövrdə o qədər yanlış təzahür edirlər, yanlış qələmə verirlər ki, sadəcə sözdə sanki qalır sevgi hal-hazırda. Bəli. Yəni və bu həqiqətən də çox üzücüdür və cılızlaşdırılır loru dildə desək sevgi. Ancaq sevgi dediyim kimi çox ali bir hissdir və siz onu necə müqəddəsləşdirdiniz də, yəni toxunulmaz bir hissdir. Sadəcə onu hər kəs bacara bilmir, hər kəs bunun fərqində deyil. Fərqindədir. Bəli. Və bunu dərk eləmir və qavramır. Yaxud da ki, özünə sərf edən tərəfdən sevgidən istifadə edir, sevgi anlayışından, özünə sərf edən tərəfdən manipulyasiya metodu kimi istifadə edilir. Əslində, çox təəssüf ki. Məndə bunun davamı da var. Sevgi hissdir yoxsa seçim? Məncə də sevgi hissdir. Mən burada sizə qatılıram. Natavan, səncə? Məncə individualdır. İkincisi olaya görə dəyişir. Kişiyə görə də dəyişir, qarşı tərəfə görə də dəyişir. Məsəl üçün ola bilər ki, həyatımda olan, nə bilim, belə deyim, işdəki tutaq ki, müdiriyyət, mən də yaralı yerim. Müdiriyyət ya da nə bilim işlədiyin iş yoldaşın falan. Bunu sevmirsən, içindən gəlmir, düzdür? Bu arada mən şeydən danışıram ha. Yəni münasibət sevgisindən danışdığı nöqteyi nəzərdən mən də ölçü cavabladım. İşte mən də onu demək istəyirəm ki, bu belə mövzularda, tamam, o zaman belə gedək. İcazə vermə, çıxıram. Hər kəs başa düşür ki, mən müdiriyyətdən sevləmə, bu lazımdır. Çıxdım işdən. Və bunu Elman kəsməyəcək. Всё da. Kitabımı bağladı. Keçən veriliş Elman işdən çıxardı. Da veriliş mən çıxdım. Yaxşı, tamam. Onda belə şey eləyək. Tutaq ki, qadını götürək və birlikdə olduğu adamdan sevgi hiss eləmir. Amma həyatı getsin deyə, həyatında bir problemlər yaşamasın deyə, hani nə deyirlər, aman ağzımızın tadı kaçmasın Ali Rıza bəy. Sakit həyata görə onu sevməyi seçir. Amma sevməyi seçmək demək deyil. İndi psixologumuz daha yaxşı bilər.
deyil təbii ki. Bu artıq hiss olmur. Daxildən gələn bir şey olmalıdır o. Bəli, bu artıq hiss deyil. Hissdir, amma sən Bu məntiqi yanaşmadır. Məntiqi addımdır. Bu davranışdır. Sevgi məncə ürəklə olan, duyğunla olan bir şeydir. Məncə də. Amma düşünməyə girirsənsə o artıq ağıldadır. Demək ki, o sevgi deyil, amma sevməyi seçir. Hani artıq ən azından bu yaxşı bir şeydir ki, nifrət eləməyi seçmir, qorxmağı seçmir, diksinməyi seçmir. Amma səmimi olmur axı elə də sevgi səncə? Hə, tamamlanmır. Tamamlanmır. Məncə o artıq sevgi deyil. Sevgi deyil, sevgidən çıxmış. Hə, amma indi adını Sadəcə ad qoyub, deyə ki, tamam lan, mən sevgini seçdim. Uşaqlarıma xatir oturmuşam. Oy, sual var burada. doğrudan necə hiss elədiniz ki, orada elə bir sual var. Mən hətta Nərmin xanım, bu sevgi məsələsini açmışkən, bayaq elə burada ekipmanları belə burada düzə Natavanla bir-birimizdən danışırdıq ki, sevgini azaldıb çoxaltmaq olur. Psixologiya nə deyir bu barədə? Məncə o insana görə dəyişən bir şeydir. Yəni mümkündürmü? Bunun kontrolü mümkündürmü? Mən deməzdim ki, mümkündür. Yəni məsələn biri Yəni əgər sən bu adamı sevirsənsə, bu adama məsələn yaxud da sevgidən qoyaq hörmət bəsləyirsənsə, yəni əgər ondan xoşun gəlmirsə, bu adama sənin münasibətin yaxşı deyilsə, sən onu necə özünü məcbur edib o hisslər özündə yarada bilərsən ki. Gərək bəlkə qarşı tərəf onu azaldıb çoxalda bilər. Hə, qarşı tərəf düzdür. Orada hardasa bu alqışlayıram sizi. O hardasa münasibə, hə, yəni o sizi necə deyim, sizin gözünüzdə o qədər doğru davranışlar edər. Amma o da gərək səmimi olsun, istəyərəkdən eləsin də. Yəni bir də var ki, yalandan nəyisə sevilmək xatirinə edirsə, burada da iki tərəflilik yaranır. Ya da ki, çox sevdiyin insanda elə bir şeylər eləyər ki, sənin içində o sevgini azaldar, hətta bitirə bilər. Bəli. Yəni məsələn belə bir şey. Amma mənim içimdən bu gəlmirsə və yaxud da mən içimdə o sevgi yoxdursa, bunu siz demişkən qarşı tərəf eləsə bəlkə fikrim yaxud da fikrim demək də, yəni hisslərim müəyyən mənada dəyişə bilər. Ancaq yəni məndə bu şey yoxdursa və bu necə öz-özümə formalaşdıra bilərəm, yarada bilərəm. Yaratsam da yenə də gedir yalançılığa çıxır da, yəni. Belə bir şey mümkün deyil də o zaman. Səmimiyyətsizliyə çıxır, aldatmacaya çıxır. Birini sevirsən, qarşı tərəf sənin sevgini görür və sənə deyir ki, sən çox sevirsən, azalt biraz məni sevməyi. Yəni bu onun edə biləcəyi bir şey deyil də. Yəni tamam, yaxşı azaldıram gözünü. Yəni belə olmur da, düzdür. Mümkün deyil. Daxildən gələn duyğudur da. Yəni bunun artıb azalmaq, siz demişkən, çox olmağının ziyanı yox deyə valla. Sevgi nə qədər çox olsa bir o qədər. Sevgidə sadiq qalmaq çətindir. Hər kişinin işi deyil. Və doktorantura yapmış adamın sözlərindən. Lan illərin təcrübəsi danışır burada, dur. İndi mən Nərmin xanım, o zaman bir dənə belə keçən sual verim. Kişilər həqiqətən az sevir, yoxsa sadəcə hisslərini gizlədir? Nasıl bağlıdır? Baxın, burada mən sırf bir psixoloji yanaşmadan belə deyim də, yəni düzdür, kişilərin adı çıxıbdır, amma yəni bu insana görə dəyişir. Kişilər də ola bilər göstərə bilməyə, qadınlar da ola bilər göstərə bilməyə. Kişi də ola bilər o dərəcədə, aşırı dərəcədə göstərir ki, yəni bütün o varlığı ilə də yəni bildirir. Qadın da ola bilər ki, onu ən yüksək həddə kimi bildirir. Bu şey insandan insana görə dəyişir. Bunun da dəyişkən olmağının bir çox səbəbləri var. Bu səbəblər də ta ki gedib uşaqlığımıza dayanır. Bizim yetişdirilmə tərzimizə və emosional valideynlərimizdən emosional bağımız kifayət qədər olubmu? Biz güvənli bağlanma yaşamışıqmı uşaq vaxtı, yoxsa güvənsiz bağlanma mı yaşamışıq? Bunlardan asılıdır. Burada bağlanmaya gedib çıxırıq. İstəyirsə mən buranı biraz aça bilərəm, biraz uzun olacaq. Amma yəni məsəl üçün niyə görə bəzi insanlar sevgisini göstərə bilir? Niyə görə bəzən məsəl üçün soyuq görünür, göstərə bilmir. Ay sağ ol. Və yaxud da ki, bəziləri aşırı dərəcədə bağlı olur, itirməkdən qorxur, itirmək istəmir, hər şeyi edir onun itirməməkdən ötəri. Ancaq bəziləri qaçır, deyir yox, mən bu sevgiyə hazır deyiləm. Niyə görə? Bunun səbəbi var. Səbəbi də yenə dediyim kimi yetişdirilmə tərzimiz, valideynlərin bizə verdiyi o tərbiyə üsulu və valideynlərimizlə bizə əsas da baxım verən kim olur? Adətən analarımız olur da. Onlarla güvənli bağlanmamız. Sevgi ala bilməmək. Yəni burada məsəl üçün əgər gəlin belə nümunənin üstündən gedək. Tutaq ki,
anadır və övladıdır, körpədir. Bu bağlanma nəzəriyyəsindən danışıram mən hal-hazırda. Ana uşağını qoyur, körpəni qoyur, çıxır otaqdan. Nə baş verir? Körpə ağlamağa başlayır da, yəni anasını axtarır təbii olaraq, başlayır ağlamağa. Ana gəlir otağa və uşağını qucağına alır, başlayır onu sakitləşdirməyə ki, laylasını çalır, nə bilim oxşuyur, nəvazisini, sevgisini göstərir. Bu zaman körpə də sakitləşir, hər şey qaydasındadır. Nə oldu? Anadan bir güvən mesajı aldı. Anam yanımdadır, hər şey əladır, mən güvəndəyəm. Bu zaman ana və övlad arasında güvənli bir bağ yaranır. Başqa bir nümunədə nə baş verir? Tutaq ki, yenə ana körpəni qoydu, çıxdı otaqdan, körpə başlayır ağlamağa. Ana bir dəfə gəlir, bir dəfə gəlmir. Ya da gəlirsə otağa, başlayır nə edir? Sakitləşdirməyə çalışır. Amma o ki bir dəfə gəlib, bir dəfə gəlməyib, sevgisini hər dəfə yaxşı göstərə bilməyib. Yəni burada bilərəkdən, bilməyərəkdən də ola bilər. Yəni valideynlər üstünə yüklənmirik təbii olaraq. Haqlı səbəblər də ola bilər ki, o maddi və mənəvi ehtiyacı, sevgini uşağa verə bilir, yoxsa bilmir. Ay sağ ol. Uşaq o ki o arada qalıbdı deyə, bu zaman buradakı körpə nə edir? Daha gec sakitləşir. Daha çox ağlayıb çünki. Orada bir nə yaranır uşaqda? Təşviş yaranır, bir təlaşlılıq yaranır artıq. Hər dəfə bu situasiya olanda o daha çətin sakitləşir. Başqa bir situasiyada nə olur? Ana yenə körpəni qoyur, çıxır, uşaq başlayır ağlamağa, ana gəlmir. Daha vacib işləri var, daha vacib. Onları qoy, bunları qurtarım şeydir. Və yaxud da ki, başqasına tapşırır. Amma axı uşaq ana ilə olan güvəni istəyir, o emosional varlığı istəyir. 0-3 yaş deyirlər, çox 0-2 yaşı. Bu nəzəriyyə sırf 2 yaş dönəmi əhatə eləyir. Yaxşı belə. Yəni o zaman nə olur? Uşaq bir dəfə ağlayır, iki dəfə sonra heç vecin olmur. Başlayır ana oldu, olmadı. Artıq nə olur? Bir soyuqluq yaranır uşaqda baxım verənə qarşı. Yəni o sevgini görmür, o güvəni ala bilmir. Yəni mən nə etməliyəm? Öz başımayam. Yəni güvəndə deyiləm, öz başımayam, özüm həll etməliyəm hər şeyi. Bir kodlanır da şuuraltı olaraq. Sonra zaman keçir, illər ötür, hamımız böyüyürük və güvənli bağlanmada hər şey qaydasında nə olur? Güvənli bağlanması olan şəxs sevgisini normal şəkildə göstərə bilir. O güvəni partnyoruna, həyat yoldaşına ötürür. Çünki ona tanış olan odur, o cür görübdür. Ailəsindən, atasından, anası. Burada atanın anaya qalan münasibəti də çox vacibdir. Bir-birinə sevgi göstərib göstərməlidir. Çünki ondan da rol alır. Və hətta körpəliyi qırağa qoysaq belə, irəli yaşlarda valideynlərdən uşağa olan sevgi göstərib göstərməməyi də çox önəmlidir. Yəni əgər o uşaq sevgini valideynindən görməyibsə, başqa birinə nə dərəcədə sevgi göstərə biləcəkdir? Yəni bu mümkünsüz bir şey. Öyrənməyib bunu. Öz sevgisinə də əslində. Yəni burada sevgi həm emosional baxımından uşağa ötürülür, həm də zamanla irəli yaşlar 2 yaşa kimi ötürülür. O kodlaşdırılır. Sonra isə öyrənir. Görüb öyrənir. Başa düşdü? Yəni artıq görürük, götürürük körpə 2 yaşdan, 3 yaşdan sonra. Və nə olur? Güvənli bağlanma olanda güvənli bağlanır həyat yoldaşına, yəni o sevgisini yetəri qədər göstərir. Həyat yoldaşı da ona güvənir. Bir problem olanda qarşılıqlı şəkildə oturub həll eləməyə açıq olurlar. Deyəndə ki, gedək terapiyaya, Allah nəsə bir problem alanda çox da gözəl də razılaşır. Çünki həll yolu axtarır, çünki düzəltmək istəyir və bir çox şeyin fərqindədir. Amma digərlərinə keçək indi. Güvənsiz bağlanma hansıları idi? Təşvişli güvənsiz bağlanma, ikinci nümunədə dediyim kimi və qaçan, o soyuq qalan güvənsiz bağlanmada. Təşvişdə nə olur? Sevir və düşüncə tərzi belə olur ki, və nə olur? İnanc, körpəlikdən qalan inanc, kodlaşmış inanc nə olur? Birdən tərk edilərəm, birdən məni rədd edərlər. Bütün eforumu sərf eləyim, onu bircə itirməyim. Həyatımın mərkəzi bu şəxsdir. Yəni bu şəxs olmasa mənim həyatım söndü. Yəni bundan ötə tərəfəsi yoxdur. Hətta intihara kimi gedib çıxır. O qədər təlaşlı olurlar ki, yəni həyatının mərkəzində o şəxsi görür. Yəni o kəsdən kənarda başqa heç bir onun üçün yəni dəyərli və vacib olan bir məqam, nüans olmur. Bu da təbii ki nədir? Sağlam olmayan bir yanaşmadır. Qarşı tərəfi də bir dəfə başa düşür, empatiya yaradır, ikinci dəfə empatiya yaradır, üçüncü dəfə empatiya yaradır.
Bu haldan da çıxış yolu kimi nəyi təklif edə bilər? Yəni əgər bu görür ki, bunun münasibətləri artıq yəni sağlam deyil, sağlıqsız bir bağlanma da, yəni aşırı dərəcədə bir bağlanma, bir dur deməyi bacarıb terapiyaya gedir qalır və yaxud da ki öz-özünü tolerə edir, öz-özünü tanıyır. İkincilərdə manipulyasiya eləmək də olar. Ola bilər, onlarda da ola bilər. Bəli. Qarşı tərəf bəli, özümü öldürərəm. Nəsə bir Çünki deyəcək ki, özümü öldürərəm, getmə. Azə təşvişli bağlanmada ola bilər ki, İstəmsiz amma manipulyasiyadır o bu. intihara cəhd məsəl üçün ola bilər. O sizin dediyiniz kimi göz yaşlarına bağlı nə olar getmə, nə bilim nə etmə. Yəni təbii ki, çox düzgün vurğuladınız, o da ola bilər. Və bu şəxslər, yəni yenə dediyim kimi, keçmişdə qurban psixologiyasına yatmırlar hal-hazırda. Orada qurban psixologiyasına toxunmaq istəyirəm. Məsəl üçün bu şəxslər biraz da qurban psixologiyasına yatırlar ki, mən sevgi görməmişəm uşaq vaxtı, mən bilmirəm necə vermək lazımdır sevgini. Mən də bu cür bağlanıram da. Yəni başqa yolum yoxdur da. Öyrənməmişəm, bilməmişəm, almamışam, yəni yetəri qədər və yaxud da ki, bir dəfə almışam, bir dəfə almamışam. Qurban valideynlərini günahlandırırlar. Amma yəni ki, o valideynlər də başa düşmək lazımdır ki, onlar da özləri keçmişdə bəlkə də o cür görüblər, o cür öyrəniblər. Yəni bacardıqları bu olubdu. Yəni onları günahlandırıb qurban psixologiyasına yatmamaq lazımdır. Və yaxud da ki, burada həm də bir çarəsizlik də ola bilər bu insanların psixoloji vəziyyətində. Siz keçən dəfə mən qulaq asdım, xanımla çıxışında danışmışdınız o çarəsizliyi haqqında ki, heç bir çarəm yoxdur. Mən bu vəziyyəti o fildən də nümunə çəkdiniz. Ayaqlarını şeyə bağlayırlar, zəncirə bağlayır. Sonra buraxandan sonra o getmir oradan. Niyə görə? Çünki çarəsizlik kompleksi, çarəsizlik psixologiyasında da buna learned helplessness deyirlər ingiliscə. Yəni bu bir termindir, var psixologiyada. Siz çox düzgün vurğulamışdınız. Sadəcə istədim ki, ora toxunum və onun məlumatını verim ki sizə. Hə, yəni qurban psixologiyası və çarəsizlik psixologiyasında olurlar. Təbii ki, bu münasibətlərdə nə olur? Sağlam münasibətlərdən söhbət gedə bilməz. 100%. Və keçək üçüncü güvənsiz bağlanma tipimizə. Burada da o hansı ki soyuqqanlı qalmış deyə. Nə öyrəndi orada? Nə kodlaşdı onda? Mən təkəm, güvəndə deyiləm, özüm hər şeyi həll eləməliyəm. Sərbəstliyə öyrəşir. Bu adam nə edir? Sevgisini qətiyyən göstərə bilmir. Digəri aşırı dərəcədə göstərirdi. Bu adam isə heç göstərə bilmir. Çünki bu insana axı sevgi, yəni o emosional bağlılığı görməyib, mənəvi sevgini görməyib və nə edir? Soyuq qalır. Əslində bəlkə də onun daxilində o şey var, o hisslər var, amma göstərə bilmir. Və yaxud da ki, qaçmağı seçir. Düşünür ki, mən kiməsə bağlansam, azadlığım əlimdən gedəcək. Öz problemlərinin öhdəsindən sərbəst gəlməyə çalışır. Yıxılanda özü tək durmağa çalışır. İstəmir ki, kiməsə bağlı qalsın və yaxud da kimdənsə asılı qalsın. Gedəndə də o qədər də önəmli olmur. O qədər emosional baxımından efor sərf eləmir ki, yatırım qoymur da. Yəni həm maddi, həm mənəvi yatırım qoymadıqlarına bir dənə fikir verin. Bu cür insanlar heç vaxt yatırım qoymurlar. Qarşı tərəfə yatırım etmirlər. Nə maddi, nə mənəvi. Nə maddi, nə mənəvi yatırım etmirlər. Amma təşvişlidə çox yatırım edirlər. Və təşvişlidə alma-vermə balansı da pozulur. O qədər verir, amma qarşılığında almır. Ya da alırsa ona kifayət eləmir. Daha çox və düşünür ki, kifayət qədər sevilmir. Daima sorğuluyur. Məni çox sevirsən, bəlkə mən sənə falan şeyi başqa cür eləyim. Mən nə olar çox sev, məni tərk etmə. Yəni bu cür deyir və yəni aşırı dərəcədə təlaşlı olduğuna görə hamısı bundan qalır. Yəni güvənsiz bağlanmaya görə. Amma qaçınqan tipdə maddi və mənəvi yatırım etmədiyinə görə birdən-birə yoxa çıxa bilir. Heç nə olmamış kimi. Buna da terminal olaraq ghosting deyirlər də, yəni ghosting deyirlər. Heç açıqlama vermədən yəni yoxa çıxa bilir. Çünki onun üçün efor sərf eləməyib, onun üçün elə də əhəmiyyətli deyil ki, qarşındakı nə düşünəcək. Bəs ona əhəmiyyətli də alıcı olmaq, yəni ki, məni sevsinlər, məni. Orada biraz egosunu tatmin eləmək üçün, qaldırmaq üçün xoş olur. Əlbəttə ki, xoş olur. Amma burada da yenə də alma-vermə balansı pozulur. Qarşı tərəf verir və amma bu tərəf vermir. Orada da sağlam münasibətdən söhbət gedə bilməz. Bu şəxsiyyət tiplərini ayırdıq. Bunlara görə insanların narsist, bağlanma tipləridir bunlar, şəxsiyyət tipləridir. Burada mən vurğulamalıyam, yəni. Mən çünki təzə yanlış anlaşılmasın. Bilirsiniz. Bu tiplərə görə biz narsist, egoist falan da ayıra bilirik. Təbii ki, onlar da zamanla inkişaf eləyir. Təbii ki, burada yəni bu güvənsiz bağlanmanın nəticələridir ki, irəli mərhələlərdə. Amma təkcə bunun da üstünü atmayaq. Burada genetik faktorlar da olur. Dediyim kimi, irəli yaşlarda istismara, təcavüzə məruz qalma məqamları da olur. Bir çox səbəblərdən və yaxud da ki,
ki neuroloji problemlərdən məqamlar olur ki, o şəxsiyyət tipləri formalaşır. Amma bağlanmanın da təsiri olur əlbəttə ki. Sualım ikincədir. Tilov serialına baxmısınız? Ay, o mənim siyahımda nəzərimdədir. İlk fürsətdə baxacaq ona. Hələ ki Sizə baxın. yox, baxa. Bu dediyiniz məsələ var deyə soyunç. Mütləq baxın. Yəni akaz bitib hamısı var. Amma baxdığımız var da ıssız adam kinosu. Ən gözəl də o dədir. Issız adam olsa. Ən gözəl. Hə, yəni o məsəl üçün ən gözəl nümunəsi odur. Yəni burada qadınlar da bu cür ola bilər. Kişilərə fokuslamaq lazım deyil. Yəni qadınlar da qaçınqan ola bilər, kişilər. Siz bizim bir saat onlarda təşvişli ola bilər, kişilər də. Cavablandırmış da olursunuz amma birini itirmək qorxusu sevgi sayılırmı? Təbii ki, bu da güvənsiz bağlanmanın təsirindən qaynaqlanan, yəni bu sevgi deyil. Əslində o özünü terapiya etsə, özünü yaxşı tərəflərini görsə, öz güvənini qaldırsa və keçmişdə o qurban psixologiyasına yatmasa, keçmişi günahlandırmasa ki, bu da iki məzəb ayrı, bəli. Özünü sağlamlaşdırsa, artıq öz dəyəri qalxacaq, özünə güvəni qalxacaq və düşünəcək ki, niyə kimsə mənim həyatımın mərkəzində olmalıdır? Axı mən özümə yetməliyəm də. Və o zaman həqiqətən də sağlam münasibətlər formalaşır və özünə də sağlam psixologiyada olan şəxsləri çəkir. Amma qaçınqan vəziyyətdə olanda və təşvişli vəziyyətdə olanda beyin ki, körpəkdə kodlaşıb və yanlış olan insanları çəkir özünə. Çünki ona tanış olan odur. Amma sağlam psixoloji, güvənli bağlı olan insanla o münasibətə girəndə, güvənli bağlanmış olan insan o münasibətdə qala bilmir. Bir yerdən sonra oradan aralaşır. Oradan qaçmır da, yəni haqlı olaraq uzaqlaşır. Əgər təbii ki, şans verir ki, düzəlsin. Gəl gedib bir yerdə terapiyaya, güc terapiyasına gedək. Səndə bir fərqindəlik yaransın. Mən də baxım ki, sənə necə daha sağlam şəkildə yanaşa bilərəm. Açıq ol yəni o şeylərə. Amma bir yerdən sonra görür ki, yox, alınmır. Mən sizə mən izləyicilərə bir şey demək istəyirəm, amma sən də yəni burada indi siz üzünüzə üzünüzə nə kimi olmasın deyim. Cidden mən çox podkast proqramları izləyirəm. Mən çox psixoloqları dinləyirəm. Çünki sevirəm də bu sferanı. Astrologiyaya da marağım var, psixologiyaya da və sevirəm də. Yəni bir şeylər öyrənməyi. Mən bu düsturu heç vaxt eşitməmişdim. Məncə həm izləyicilər üçün, həm də bizim üçün daha sonra bizim üçün çox gözəl bir düstur oldu ki, həm özümüzə baxaq hər situasiyaya ki, biz hansıyıq və onun yönündə işləyək. Həm də ki, qarşı tərəfə həyatımızda olan məncə fərqi yoxdur. Qadın-kişi münasibətində də və ümumiyyətlə insan münasibətlərində. Baxaq ki, görək hansı tipə aiddirsə və onun o şəkildə empatiya quraraq həm də yaşdıraraq, ariflənərək, eyni dəstək alaraq, Allah həm də kömək eləyərək, ya da ki, özün o vəziyyətəsində özü kömək eləyərək. Çox təşəkkür edirəm. O düsturu verdiyinizə görə ya da bu önemlidir. 0-2 yaş aralığına direkt görürsən və direkt bilirsən ki, bu insan buna görə bilərmiş. Ya da mən buna görə biləymişəm və indi mən bunun üstündə işləyim. Bu arada almaya göre konsept kaldı kamera. Hakikaten bir şey diyeceğim. Burada o kadar şirniyyatlar falan var ve ben de sağlam gıdalanıram. Dedim ki ay Allah necə olacaqsa, ay Allah necə olacaq, dərdimə baxdım. Bir dənə şey deyim. Dünən axşam Natavanla aramızdakı dialoq. İşte yemək zad məsələsi. Mən diyetadayım. Mən все bitdi da. Mən heç nə yeməyəcəm. Kaş ki stolun üstünü göstərə bilsəydim. Xeyr. Bir şey diyeceğim. Meyve. Tamam, meyve tabağını göstərebilirim. Apelsin, mandarin, alma yani. Obrisini də göstər. Əsas məsələ. İndi canları çəkər. Lazım Yavaş, deyil. Gəlsinlər, konsept antikapida görsünlər. Dostlar, konseptin dəstəyi ilə podkastımız davam edir və artıq sonlara yaxınlaşırıq. Bir-iki mövzumuz var. Onları da Nərmin xanımla çox müzakirə eləmək istəyərdim. Biz bayaq sevgidən danışdıq, sevgi haqqında müzakirələr apardıq və tam hələ oradan belə aralanmamış sevgiyə aid olan bir məsələ var, qısqanclıq. Və mən hər dəfəsində bunu təkrarlamaq istəmirəm. Mən sizdən psixologiyada buna münasibət nədir, onu bilmək istəyirəm. Qısqanclıq normaldır yoxsa problemdir? Deyir, hər şeyin qədəri. O da insana görə dəyişir. Nə mənada? Bəziləri qəbul edir, bunu istəyir, görmək istəyir. Qarşı tərəfdən o qısqanclığı. Amma məsəl üçün qısqanclıq demək də, yəni o maraqlanmaq, diqqət ayırmaq, yəni zaten o normada olanda bu deməkdir də o qısqanclıq ki, diqqət elədi, bir soruşdu ki, necəsən bu gün, iş günün necə keçir və yaxud da ki,
məsələn falan şeyi eləmə ha, yəni bu şeyi elə, birdən belə olar. Əslində onu düşünərəkdən dediyi bir şeydir. Burada yəni qısqanclığa gedib çıxmır, sadəcə diqqət ayır. Amma narahat olan o qaçmaq istəyən adam ki var, o onu qlobal bir problem kimi qəbul edə bilər və onu qısqanclıq kimi qəbul edə bilər. Və ondan narahatlığını dilə gətirə bilər. Amma bəzi insanlar ki, olur ki, onlar da aşırı dərəcədə qısqanır, evdən çölə çıxma, işləməyə qoymur, inkişaf etməyə qoymur. Yəni, bu təbii ki, qəbul edilməz bir haldır. Və bunu qəbul edən tərəf də düzgün əslində yanaşmır, bunu edən tərəf də düzgün davranmır. Ona görə də yəni mən yaxşı baxan şeylər sən deməmişdin, bir məsələ də var idi. Bax, məsəl üçün, son zamanlar, son neçə ildir taksilərlə bağlı bir problem yaşayırıq. Taksilərdə xanımlara qarşı belə bir çox iyrənc bir hərəkətlər və iyrənc bir rəftar olur bəzi taksilərdə, bəzi taksi sürücülərində və belə deyək də artıq bir kişi olaraq kişi fərdlərinin buna qarşı bir narahatlığı yaranır. Və maksimum məsəl üçün buradan misal çəkirəm də qadını taksidən az istifadə eləməyə çağırmaq məsəl üçün bu normal bir şeydir. Təbii ki. Düzdürmü? Yəni mən nə edirəm? Mən ehtiyat eləyirəm. Mən ola bilər sənin yanına gələn taksi sürücüsü elə biri olmasın, tam mədəni, tam normal biri olsun. Amma yəni mənim qorxmağım normaldır. Yəni sizin dediyinizə gətirirəm. Səbəbdən asılıdır da, yəni səbəbdən qaynaqlıdır. Yenə də görürsüz, o narahatlıq məqsədi ilə, düşünmək məqsədi ilə müəyyən şey deyilirsə, o hardasa başa düşüləndir. Amma bir də var ki, özünə güvənmir bu şəxs. Özünə arxayın deyil. Ya itirməkdənmi qorxurmu, ya nə bilim başqa cəmiyyətdə o ki neqativ halları görür və yaxud da ki yenə də gəlir o güvənsiz bağlanması olub ki, yenə də qarşı tərəfə güvənmir ki, artıq bu xəstəlik dərəcəsində qısqanclıq davranışları sərgiləyir. Yəni onun da səbəbi budur. Bundan ki özünə güvən. Xəstəlik dərəcəsində. Doğrudan. Təbii ki, o artıq xəstəlik. Çünki o zaman nə edir? O özü qısqanmaqla qarşındakını xəstə edir. Yəni bu qısqanclıq sən özündən zaten o narahatlıq var. Artıq qarşı tərəfi də narahat etməyə başlayır. Yəni aşırı dərəcədə olanda da el dilində deyirik xəstəlik dərəcəsində qısqanmaq. O da yenə dediyim kimi səbəblər də həmin səbəblərdən qaynaqlanır. Bayaq siz danışmışdınız ki, sevgi göstərməsi necə hansı hallarda sevgisini göstərir, sevgisi. Bir də sənin baxış açın da maraqlıdır da. Tutaq ki, sən sevgini nədə görürsən? Məsələn, bəlkə birinin sadəcə səni sevirəm deməyi sənin üçün sevgi göstərgəsidir ya da ki, qısqanmağı. Bəli. Bayaq onu mən izah eləmək istəyirəm ki, bəzilər üçün xoşdur, onu görmək istəyir. Baxır, sənin baxış açında o sevgi nədir? Sevginin mötərizə açanda nələr doldurur içinə? Adam var ki, məsəl üçün xanımlar olur ki, başa düşdü. Narahat olurlar ki, yoldaşım heç mənə bugün yazıb soruşmadı. Heç maraqlanmadı ki, heç maraqlanmadı ki, sən ölmüsən, qalmısan. Məsəl üçün də nə ilə getdin? Məsəl üçün də, yəni onu istəyənlər olur. Əslində orada da maraqlanmaq da lazımdır. Yəni diqqətsiz qoymaq da doğru deyil də. Yəni bir də şey də var. Bəziləri, bəzi kişilərdə ya da bəzi qadınlarda da ümumiyyətlə də bəziləri maddiyatla göstərir sevgisini. Bəziləri isə mənəvi göstərir. O da var. Yenə də deyirəm də kiminə görə sevgi nətər olur? Niyə? Ancaq gül alır, ancaq hədiyyələr alır, amma duyğu sıfır. Düzdür? O da bir yerə kimi davam eləyir. O deməkdir ki, sevir. O da bir yerə kimi davam eləyir. Yəni zaten bir yerdən sonra insan emosional baxımından da doyurulmağı istəyir. Yəni maddiyyat da bir yerə kimidir. Ola bilər başda o love bombing eləyir. verir. Sadəcə bəzilərində isə sevgi çox göstərir, amma deyir ki, mənə bir dənə gül almadı. Bir dənə ad günündə hədiyyə almadı. Məncə sən onu yanlış deyirsən. Şəxsi fikrimi deyirəm. Məncə o sevgi göstərgəsi deyil. Sevgi burdadır. Bax, o ata-oğul, ata-uşaq arasında. Sən o sevgidən danışırsan. Yox, mən ümumi sevgidən danışırdım. Sadəcə sən misal çəkmək üçün deyirəm ki, məsəl üçün atadır, ancaq uşağına hədiyyələr falan alır, amma səni sevirəm oğlum, gəl sən dəstək olun demir. Onu kifayət deyil axı. Yəni o yetəri olmur. Onu uşaq da bir yerdən sonra mənə oyuncaq almadı zat.
Siz orada da başqa-başqa məqamlar çıxır. Necə deyim, maraq dairələri qeyri-sabit olmağa başlayır uşaqda. Elə yeni şeylər istəyir. Deməyim oydu ki, yəni sevgini sən nədə görürsən? Sənin üçün sevgi nədirsə, sevgi göstərgəsi nədirsə, buna görə dəyişir. Amma hər kəsin də, yəni qarşı tərəfin də eyni olmaya bilər də. Bu zaman orada biraz toksikliklər başlayır, çatışmalar başlaya bilər. Bəzi insanlar üçün o qısqanc insanlar səhv insanlardır. Yəni həyatımda səhv seçim elədim, qısqanc birini seçdim. Bəs niyə həmişə səhv insanlara bağlanır? Yəni istisnalar var da, amma çoğunluq niyə səhv insanlara bağlanır? Davamlı olaraq. Yəni son zamanlar nəyə artıb görə toksik ilişkilərə, səhv insanlara bağlanırlar? Doğru seçim eləyə bilmirlər. Çünki nə istədiklərini bilmirlər. Nə istədiyini bilən insan, Sən əslində mənim sualıma kömək elədin ha bu dəqiqə. yəni nə istədiyini bilən insan baxacaq ki, yəni mən tutaq ki, bu yaşımdayam, bu şeyləri əldə eləmişəm. Mənim tamamlanmağıma, özümü inkişafıma tamamlamaq. Yəni biz necədir? Burada da biraz dərinliyə gedirik də. Gedək. Yanlış o zaman seçilir ki, baxın, zaten öz-özünü tamamlamayıb şəxs. Kim nəsə tamamlanmaq istəyir və yaxud da ki, hər hansısa bir tərəfi var. Deyir ki, qoy başqasında bu tərəfim olsun, mən onunla tamamlayım. Oturum gözləyim filan şeyi eləmək üçün filan kəs mənə lazımdır. Yəni nəsə bir sevgini bir səbəb kimi görür də, yəni tamamlanmaq səbəbi kimi və yaxud da ki, tutaq ki, filan şey olsun, mən gedib maşın alaram. Məsələn də həyat yoldaşım olsun, mənə maddi tərəfdən kömək eləsin, tutaq ki də, yəni. Amma sən artıq özünün ayağı üstündə dura bilirsənsə, yetəri qədər özünü savadlı bilirsənsə, yəni hökmən deyil, gedib təhsil alasan, yəni özün özünü təmin edə bilirsənsə, məsələn, başqasından umacağın bir hal olmur. Və gözləmirsənsə kimsə gəlsin sənin hansısa bir problemini həll etsin. Mən səbəblərin çoxunu, yəni o başqasından bir şey gözləməkdə görürəm. Amma halbuki özü hazır deyil ona. Öz-özünü tamamlayan insan başqasıyla da sülh içində olacaq. Onu nə dəyişdirməyə çalışmayacaq, nə manipulyasiya eləməyə çalışmayacaq, nə ondan nəsə bir şey gözləmədə aşırı dərəcədə qalmayacaq. Siz aşırı dərəcədə gözləmə də çox problem yaradır münasibətlərdə. O siz bayaq dediniz, gözlənti bu şeyi istəyir qarşı tərəfdən, amma onu verməyəndə o da problem yaradır. Ona görə bunları balansda saxlamaq lazımdır və nə istədiyini bilmək lazımdır. Mən əgər bilirəm ki, məsəl üçün bu qədər vəziyyətdə, məsəl üçün özümü maddi, mənəvi yetişdirmişəm. Artıq bir yetişkin şəxsəm. Psixoloji tərəfdən də artıq o özümdə çatmayan tərəfləri korreksiya eləmişəm. Getmişəm terapiyamı da almışam, tutaq ki də, yəni. O zaman insan nə istədiyini bilir ki, sən necə insanla həyat yolu birləşdirmək istəyirsən. Təbii ki, sənə yəni o sənin gözündə o yetərsiz tərəfləri olan insanlarla təbii ki, çatışmalar olacaq, toksiklik olacaq. O zaman oradan uzaqlaşmaq lazım gəlir. Tanıdıqca, çünki insanı həmən gördükcə tanımırıq da, biraz o emosional baxımından xoş gəlir, xoşlanırıq. Amma sevgi ki birdən-birə yaranmır, zamanla yaranır. Və sevginin də ən gözəl o tam sevgi deyəcəyimiz səsi o doğmalıq mən deyərdim. Yəni doğmalıq varsa, qarşı tərəf, yəni hər iki tərəf arasında o doğmalıq ki yaranıb, o doğmalıq ki yaranıb, o zaman sevgidən danışmaq olar. Amma doğmalıq ki yoxdur. Nəyisə sən ona görə güzəştə edə bilmirsənsə, onunla empatiya qura bilmirsənsə, onu anlamırsansa, o zaman sənin dilindədir o sevgi. Sən ona sevmirsən deməkdir. Yəni bu söz də kimsə deməmişdi. Normalda məsəl üçün iki kişinin arasında olan şey ya ehtiras deyirlər, ya hörmət deyirlər. Yəni sevgini bununla qarışdırırlar, çox təəssüfdür. Amma doğmalıq, yəni doğmalıq oldusa artıq orada sözün həqiqi mənasında sevgi var deməkdir. Yəni sevirəm deməkdir. O aşamaya, o levela, necə deyirlər, çox münasibətlər çatmır, yetişmir. Ona görə də toksiklik yaranır, çatışmalar yaranır, boşanmalar yaranır. Yəni çünki doğmalıq yoxdur, güzəştə getmək yoxdur, anlayış yoxdur. Güzəştə getmək o demək deyil, elə mən səndən istifadə eləyim, elə yəni sən də ondan razılaş, yox. Elə bir şey ola bilər ki, sən onu müəyyən qədər biraz tolerə edə bilərsən, amma gərək qarşı tərəf də sənə
o Əlbəttə ki, tolerantlığı göstərə bilsin. O tarazlıqda olmaq ikisinin. Yəni, amma bir çox münasibətlərdə müşahidə edirik, deyir ki, yox, mən buyam. Qəbul eləsən də buyam, qəbul eləməsən də buyam. Amma sevirəm. O nə dərəcədə sevirəm? O sevgi nə? Axı o sevgi deyil. Əgər sən deyirsən ki, mən buyam, sən məni dəyişdirirsən, mən buyam. Qəbul eləsən də odur, qəbul eləməsən də odur. O artıq sevgi deyil. O özünü aldatmaqdır. Zaten bir yerdən sonra özünü tanıyan, özünü gəlişdirən insan o münasibətin fərqinə varır ki, burada toksiklik var, sağlam olmayan məqam var və oradan uzaqlaşmalıdır. Başqa yolu yoxdur. Çünki insan qəbul eləmir. Yəni lap səhv insana bağlanmısınızsa da fərqinə varırsınız və yavaş-yavaş yolları ayırmaq lazımdır. Əgər yəni özünü saxlamaq istəmirsə, həmən demirəm. Çünki bəlkə insan fərqində deyil. Biz onu fərqində edirik, başa salırıq, çağırırıq həll yollarına. O insanlar amma çox vaxt gəlmir həll yoluna. Qaçırlar terapiyadan, istəmirlər, qəbullanmırlar çünki. Çünki o alanı onun üçün yaxşıdır da, bildiyi yerdə, tanış yerdə. Ona tanış olan yerdir, komfort zonasında çıxmaq istəmir. O cür həm də idarə etmək istəyir, idarəçi olmaq istəyir. Amma idarə olunan yerdə sevgidən söhbət gedə bilməz. Yəni, bax görsən nə istəyirsən. Əslində bugün psixoloq var deyə özünü yaxşı aparsan, təşəkkür edirəm. Hətta Təşəkkür edirəm. Sən təşəkkür eləməsən, başqa nə eləməlisən? Aysun. Nəysə, biz bunu Yaxşı. qonaq... Yaxşımı? Sən mənim... Elman hansı kişiliyə daha birinci keçir? Təklikdə söhbət edək. Dostlar, Podkast kanalı. konseptin dəstəyi ilə podkastımız davam edir və son mövzumuz bu da çox vacib məsələdir. Yaralı yerimizdir. Azərbaycanın digər subtitlelarından biri, belə alt başlıqlarından birinə çevrilməyə başlayıb son neçə illərdir. Boşanmalar yaman çoxalıb. Boşanmaların əsas səbəbi sizcə nədir? Belə bir deyim var, uşaq xətrinə qalmaq. Bu doğrudurmu? Və sizcə bu boşanmaların səbəbi ailələrdəki, yəni şiddət olaraq bu fiziki şiddətdəndir, psixoloji şiddətdəndir və yaxud da heç bəlkə bu deyil, Natavan demişkən doğru seçim etməməkdir. Nədir Nərimin xanım bu məsələ? Boşanmanın bir səbəbindən danışmaq qeyri-mümkündür. Boşanmanın səbəbləri çoxdur və əslində biz söhbətimizin əvvəlindən demək olar ki, bir çoxuna toxunmuşuq, toxuna gəlmişik. Onların hamısı, mən indi bunların hamısını satalamaq istəmirəm vaxt baxımından, yəni hamısı vacibdir. Mən ayıra bilmirəm. Çünki hamısı vacibdir. Bir ailədə maddi keçimsizlik önəmli ola bilər. Digər bir ailədə mənəmlik demək, o bayaq gedirəm, dəyişmək istəmirəm, tolerə eləmək istəmirəm. Canın çıxsın, otur, budur, bu deyilsə bax. Yəni hər bir ailədə fiziki zorakılıqdır. Yəni hər ailədə fərqli səbəblər var və hətta bir yox, bir neçəsi müşahidə oluna bilər. Zaten orada fiziki şiddət varsa, deməli orada psixoloji şiddət də özünü göstərir. Deməli orada özünü dəyişmək istəməmək də göstərir, özünü tanımamaq da göstərir. Ondan sonra yetişkin olmamaq, olğun olmamaq da səbəblərdən biridir. Təhsilin kifayət qədər olmamağı da səbəblərdən biridir və çox vacib səbəblərdən biridir. Tez evlilik, artıq yəni hələ özünü dərk eləməyib, bir şəxsiyyət kimi özünün fərqində deyil, nələri istəyir, nələri istəmir. Hansı situasiyada olmaq istəyir, gələcəyini necə görür, amma gedir ailə qurur. Burada da səbəblər müxtəlifdir. Olmaq istəmədiyi ailəsindən qaçmaq ola bilər. Kök ailədən də, yəni qaçıb canını qurtarmaq niyyəti ilə ola bilər ki, orada onu bəlkə də çox sıxırlar, bəlkə də orada da ona şiddət göstərirlər. Amma yəni bu cür hallarda əksəriyyətində yanlış addımlar. Çünki axı burada sağlam bir durum yoxdur. Sağlam olmayan şəxs, özündə sağlam psixoloji ruhda olmayan şəxs necə gedib doğru seçim edib, doğru psixologiyada olan şəxslə evlənə bilər və sağlam bir ailə mühiti yarada bilər və sağlam bir övlad yetişdirə bilər. Bunların hamısı ciddi və vacib səbəblərdir. Hamısı da önəmlidir. Yəni biri budur. Onu qaldırıb digərini qaldırmaq, yəni saxlamaq yerdə, yəni önəmsəməmək düşünürəm ki, mən o sənin fikrindən razı ola bilməyəcəm. Yəni hamısının rolu var, amma mən düşünürəm ki, mənə görə əsas, yəni özümün müşahidələrimə əsasən, yəni
Sırf burada yenə dediyim kimi sağlam psixoloji ruhda yetişməmiş şəxslərin, olğunlaşmamış şəxslərin, hazır olmamış şəxslərin evlənməyi, doğru seçim etməməkləri. Tamam, evləndik, amma birlikdə də davam elətdirə bilmirlər. Yəni birlikdə o yuvanı yaxşı tərəfdən yetişdirə bilmirlər. Olmadı, müəyyən problem var, gəl gedək cütlük terapiyasına. Bəlkə biz bilmədiyimiz bir şey var. Elə çıxış yolunu tez ayrılmaqda, axı qurmaq lazım. Bunu heç kim axı boşanmaq niyyəti ilə evlənmir də. Yəni bəlkə ola bilər, indi istisna hal ola bilər, kimsə o niyyətlə evlənə bilər, onu da deyə bilmərəm, amma yəni əksəriyyət hamı şuuru yerində olan insan boşanmaq niyyəti ilə evlənməz. Axı bu çətin bir prosesdir. Bura addım atılıb. Axı onu saxlamaq da lazımdır. Onu qidalandırmaq lazımdır. Sevgini göstərmək lazımdır. Nə bilim, yola getmək lazımdır. Çətinlik olanda oturub bir dinləmək bir-birini. Bax bu da çox vacibdir. Bir-birini dinləmək yoxdur. Hətta bu ailədə valideyn-övlad münasibətində də var. Qətiyyən bir-birini dinləmək yoxdur. Valideyn gəlir, mən soruşuram ki, siz heç övladınızla bunları danışmısınız, müzakirə eləmisiniz? Deyir ki, yox. İlk podkastlarımızda O uşaqdan soruşuram, yaxud da gəncdən, yeniyetmənin özündən soruşuram ki, sən ananla və yaxud da atanla heç bunları müzakirə, gəlmisən mənə danışırsan. Heç bir dəfə olsun. Yəni bir özünlə bunu müzakirə eləmisənmi ki, ay anam və yaxud da ay atam, bax bu belədir, məni narahat edir. Biz deyir ki, başa düşməyəcək, onsuz deyir. Deyir, axı danışılmayıb deyə. Mən də ona izah edirəm ki, yəni danışılsa, yəni bir cəhd ilə danış. Yəni valideynlə bir ayrılıqda, uşaqla bir yeniyetməklə və ya gənclə ki, yəni bir oturun bir masa arxasında bir dəfə oturun, bir görün, dərdini bir bəlkə başa düşülürsüz əslində. Danışmayanda axı bir-birini başa danışılmır deyə elə düşünür ki, başa düşülmür. Ailələrdə də bu belədir. Dinlənilmə. Yəni əsas səbəblərdən biri mən bunu görürəm, dinləmirlər bir-birlərini. Bir masa ətrafına toplayıb müzakirə etmirlər ki, gəl görək nədir də bu səbəb. Burada çıxış yolları nədir? Bəlkə bunu başqa bir yöndən həll edə bilərik. Əgər həll edə bilmirsək, gedək cütlük terapiyasına, bir mütəxəssis bizə kömək olsun, bir baxaq görək. Bəlkə bizim görmədiyimiz bir məqam var. Baxış bucağımız dəyişər, biz onu daha aydın görə bilərik və bir-birimizə bunu yəni daha tolerə edə bilərik, güzəştə gedə bilərik yeri gəlsə də. Bu hal-hazırda ailələrdə yoxdur. Ona görə də ilk yəni qərar kimi gedirlər boşanmaya üz tuturlar, amma istismar varsa, yəni fiziki, psixoloji, yəni hər tərəf, yəni sözəl. Burada da yəni dözüb uşaqlara xatir və yaxud da nəyə xatir dözməyin də tərəfdarı, yəni deyilik. Yəni çünki o şəxsi də yenə sağaltmağa çalışmaq lazımdır, doğru olanı, o vəziyyətdən çıxartmağa çalışmaq. Çünki əksəriyyəti fərqində deyil. Əksəriyyəti onda da uşaqlıqdan gələn travmalardır ki, bu indiki halına formalaşıb. Bəlkə də fərqində deyil ki, o qarşına pislik eləyir, elə bilir ki, düz eləyir, onu doğru yola çəkmək istəyir. Məsələn, kişilərdə belə bir söz var, döyməyəndə başa düşmür. Hə, yəni döyüb başa salmaq. Amma bir müzakirə eləyib başa salaq, başa baxaq görək, bəlkə həqiqətən də. Yəni bir dəfə, iki dəfə əgər başa düşülmürsə, bu zaman nə etmək lazımdır? Gedək bir cütlük terapiyasına. Bəlkə o başa salır, bir mütəxəssisdən məsləhət alaq və yaxud da ki, bir ağsaqqalla, ağbirçəkdən də, yəni həqiqətən onların da təsiri olur, amma bir terapiya kimi olmasa, o zaman uşaqların travma ilə böyütmək lazım deyil. Çünki o uşaqlar da sabah gedib ailə quracaqlar, övlad tərbiyə eləyəcəklər. Belə zəncirvari, sağlam psixoloji ruhda olmayan nəsil yetişir. Ona görə də alınmırsa, o zaman çıxış yolu kimi boşanmanı, yəni görmək olar. Bilirsiniz nə maraqlıdır? Uşaq olmur deyə həkimdən həkimə gəzirlər, amma evlilik alınmır deyə bir dəfə də olsun həkimə getmirsiniz və iki insan bir-birlərini hələ özlərini həll etməyib sağaltmadan gedirlər, evlənirlər. Bu səfər də başlayırlar bir-birlərini həll etməyə. O çox təəssüf ki, stereotiplər hələ də davam eləyir ki, psixoloq yanına getmək olmaz. Mən niyə gedirəm ki, psixoloq? Mən nəyim var ki, gedirəm psixoloqa? Biraz bunu belə şeylə deyirəm də, yəni belə yəni mən nə olub ki, gedirəm psixoloqa? Dəliyəm ki, yəni düzdür, aşılıbdır. Xeyli aşılıb, bəli. Amma hələ də var. Amma hələ də o şeylər var. Delir gələrsən. Amma yəni sənin münasibətindir, sənin ailəndir və yaxud da sənin yəni sənin özün bir şəxsiyyət olaraq yəni özün səni narahat eləməlidir axı bu durum. Nə dərəcədə bu sağlamdır bu vəziyyət? Axı bunu bir yerdə bir buna dur demək, bir dəyişmək lazımdır axı. Niyə həyatı çətinləşdirək?
əgər asanlaşdırmaq fürsəti bizim əlimizdədirsə, seçim bizdədirsə, niyə onu çətinləşdirək? Bir çıxış yolu axtaraq, daha da gözəlləşdirək. Onun üçün də yəni yeri gəlsə psixoloqa da, psixiatra da getməkdə yəni qorxulu bir məqam və ya da durum yoxdur. Nərmin xanım, onda belə toparlayacaq olursaq, verilişimizin də sonlarına doğru gəlirik. Yes. Hamımızda belə bir şey var, belə yaşamaq istəmirəm, bezmişəm həyatdan. Heç nə istəmirəm eləmək falan filan. Bunu bir sual olaraq toparlarsaq, heç nə etmək istəmirəm halı nə vaxt təhlükəlidir və necə eləyək ki, qurtulaq bundan? Yaxşı, çox gözəl sual. Bu biraz depressiyaya da sürükləyir. Heç nə istəmirəm halı, yəni müəyyən qədər hamıda periodik olaraq ola bilər. Çünki biz də robot deyilik. İnsanıq da. Zehni yorğunluğumuz ola bilər, fiziki yorğunluğumuz ola bilər. Yeri gələndə özümüzü tükənmiş də hiss edə bilirik. Ancaq nə zaman müraciət? Əgər görürüksə ki, özümüz yəni o tərəfləri görüb öhdəsindən gəlməyə çalışırıqsa, nə gözəl. Yəni görürük ki, bacarmırıq. Biz bacarmırıq. Yanaşı olaraq da bu durum bizim məhsuldarlığımıza negativ təsir edirsə, məhsuldarlığımız da nədir? Yəni iş prosesində verimliliyimizin qabağını alırsa, işləyə bilmirik də. Narazılıq gəlir, şikayət gəlir, efor verə bilmirik iş prosesimizə. Evdə ailə münasibətlərindəki məhsuldarlığımıza, verimliliyimizə negativ təsir göstərirsə, pozursa, ailədəki işlərdən də geri qalırıq, uşaqlara da baxım verə bilmirik, yoldaşımızla da münasibətlərdə zidləşmələr yaradırıq. Yəni səbəb bizdən qaynaqlanırsa da, yəni yenə dediyim kimi toparlayacaq olarsaq, özümüz bacarmırıqsa və məhsuldarlığımıza, verimliliyimizə, istər iş həyatımızda, ailə həyatımızda, sosiallıqda, qruplarda mane olursa, bu zaman peşəkar dəstəyi almaq vacibdir. Psixoloqlar öz problemlərini kimə danışır? Psixoloqlar da öz problemlərini psixoloqlara danışır. Yəni bu qədər qalır. Yox. Yəni belə deyim də. Biz necədir? Danışmaqda fayda var. Çünki biz də insanıq. Həyat o qədər də asan deyil. Təbii ki, çətinliklərlə üzləşirik. İstər münasibətlərimizdə, istər iş həyatımızda, istər nə bilim ailəmizdə travmalar olur, depressiv anlar olur, itkilərimiz olur. Yəni hər şey ilə münasibətlə kifayət olmur. Çünki yas dönəminin özü də çətindir, boşanma özü də itkidir, bir yas dönəmi kimi sayılır. Yəni hamının həyatında bu dönəmlər olur. Və bu şeylərin öhdəsindən gəlmək çox çətindir. Bu baxımdan psixoloq da insan olduğuna görə biz də bəzən bizi qınayırlar və yaxud da deyirlər ki, psixoloq da psixoloqa müraciət edər, heç. Psixoloq öz-özünə kömək eləyə bilmirsə, daha başqasına necə kömək eləyər? Amma məsələnin o bir tərəfindən baxmaq lazımdır ki, sağlam olmayan psixoloq, sağlam psixoloji ruhda olmayan psixoloq başqasına necə fayda verə bilər? Başqasını necə sağalda bilər? Axı bu tərəfdən düşünmürük. Məsələnin həmişə bizim cəmiyyətdə bir tərəfli düşünmək çox baş alıb gedir, yəni. Amma bunun qaranlıq tərəfi və yaxud da ki, digər bir tərəfinə də baxmaq lazımdır. Axı bu da insandır. Həm də ki, terapiyalarda biz başqalarını da dinləyirik. İstərsəməz onların da müəyyən qədər düzdür, ayrışdırırıq özümüzdən. Biz onların özümüzün üstünə almırıq, amma istərsəməz o zehni yorğunluqlarımız olur. Bir düşüncələrimizdə müəyyən yorulmalar, yüklənmələr olur ki, həyatda da, öz həyatımızda da yaşadığımız o məqamlar üst-üstə gələndə bəzən o dinlənmək istəyirsən kimsə səni dinləsin və hər şeyi biz bilirik, biz də ideal səviyyədə biliklərimiz aşıb daşır demək deyil ki, elə məqam ola bilər ki, biz də tıxana bilərik, biz də bilməyə bilərik, biz də, nə olsun ki, psixologiyanın içində bu qədər 13 illik təcrübəm var, amma elə bir məqam ola bilər ki, mən də bilməyim. Çünki psixologiya o qədər dərin elmdir ki, yenə əvvəldə dediyim kimi, öyrən qurtarmır. O zaman ən gözəli psixoloqa müraciət etmək və özünü sağaltmaq, yəni dəstək alaraq da, yəni ki, və o halda başqasına faydalı olmaq nə gözəl. Bəzən elə cərəyanlar var ki, orada onu qəbul edirlər, bəzən psixologiyada bəzən elə cərəyanlara qəbul eləmirlər, amma mən düşünürəm ki, yəni mənim fikrimə görə, mənim nöqteyi nəzərimə görə psixoloqa müraciət etməlidir ehtiyac olduğu halda. Burada qəbahətli bir durum yoxdur.
Bizə türklərin bir dənə sözü var. Tərzi kəndi söküyünü dikəməz deyə bir söz var. Sən mədə bağırsaq həkimsən deyə indi sənin mədən ağrımayacaq mı? Ay nə gözəl. Saç ustasıyam deyə saçımı rəngləməyə getməyəcəm. Özüm eləməliyəm. Ona görə də bu nöqteyi nəzərdən çox sağ olun. Bitdi. Sualların yoxdur. Tamam. Dostlar, konseptin dəstəyi ilə podkastımız artıq sona çatır və sonda Nərmin xanımdan qısa bir cümlə deməyini istəyəcəm. Düşünüb Bacardığım qədər. Hə, düşünüb bir cümlə, bir şüar deyək, bir çağırış Qısa deyək. məndə biraz çətin Hə, məzələdir. bir sloqan deyirəm, fərqi yoxdur, necə istəyirsiniz. Və sizdən xahiş eləyəcəm ki, bax, sevgidir, münasibətdir, ailədir, ailə ilə bağlı olan problemlərdir. Ümumiyyətlə bunların hamısının belə başa düşdüyü ki, kökü gedib bir yerə dayanır çox hallarda. Bax, bu problemlərlə bağlı bir cümlə istəyəcəm sizdən. Bu problemləri yaşayan insanlara, bunları görən insanlara bir cümlə ilə necə müraciət edərsiniz? Öz fərqindəlik çox vacibdir. Özümüzün fərqində olmalıyıq. Özümüzü inkişaf elətdirməliyik və terapiyaya getməkdən qorxmamalıyıq. Qorxmamalıyıq və psixoloqdan Sağalmaq da istəməliyik. Bəli, psixoloqdan da çəkinməməliyik. Psixoloqun yanına getmək üçün dəli olmaq lazım deyil. Psixoloqa müraciət edənlər dəli deyil. Öz özəlliyi Əksinə, paylaşmaqdan sağalmaq qorxmamalısan. Normal psixoloq olan insandır ki, bu gedir sağalmaq istəyir. Eynən. Vəziyyətdən çıxış yolu tapıb normal davranmaq istəyir, yaxşı özünü hiss etmək Eynən. istəyir. Əksinə bu ən doğru Bəli. psixikada olan insan deməkdir. 100%. Digər xəstəlikləriniz olanda da həkimə getməyin o zaman. Deyin ki, mən həkimə getmirəm. Yəni belə bir şeydir. Bu normal bir şeydir. Çox önəmli bir şeydir. Hər Sigmund Freud'u oxuyan psixoloq deyil. Hər Sigmund Freud'in kitabını Hər sertifikat alan, psixoloq deyil. Bunları mütləq araşdırsınlar, soruşsunlar. Araşdırın, baxın. Üzr istəyirəm, məndən soruşanda ki, kimsə indi düzdür çox soruşulmur, tək-tük halda olur ki, kimsə maraqlanır və elə ehtiyatla maraqlanır ki, yəni yanlış anlamayın da, sizin təsirinizi bilmək Ürəyli olar. olur, soruş. Yəni niyə də yanlış anlayım? Əksinə bu mənim xoşuma gəlir ki, bizim adımızı batıran o dırnaq arası yəni mütəxəssislərdən, kollega da demirəm, onlara yəni bizi ayrışdırırlar və bizi tanıyırlar, bizi seçirlər. Nə gözəl. Qətiyyən yanlış anlaşılmır. Soruşun, maraqlanın, araşdırın və mütəxəssisinə gedin yəni. Belə. Nərmin xanıma gedin. Çox sağ olun. Dostlar, podkastımızın sonuna çatdıq. Çox maraqlı idi. İnan, bunun bəlkə bir 4-ünü, 5-ini doldurardım Yəni da. Deyman deyir ki, bəsdir. Mən özüm də gedib sonradan düşəcəm ki, ay Allah, bu da toxum, gərək bundan da danışarıq. Çox şey danışmaq olar. Burada qaldı elə bir ikisi demədim. İnşallah Nərmin xanımı yenə gözləyəcəyik. Nə gözəl, nə Yenə gözəl. qalamaq istəyirik. İnşallah, sağlıq olsun. Sağ olarım. Dostlar, təşəkkür edirik bizi belə Sona qədər izlədiyiniz üçün. həm də dəstəklədiyiniz üçün. Kommentlər çox xoşuma gəldi. Mən də çox xoşuma gəldi. Çox maraqlıdır. Yazın. Yəni davamlı çox gözəl fikir bildirirsiniz, fikir yazırsınız. Mükəmməldir, superdir. Belə də supersiz, yaraşır sizə. Siz də hər mövzuya bir açıqlama gətirin. Hə, gətirin. Yəni öz fikrinizi deyin. Problem Mən deyil. də sizə təşəkkür eləmək istəyirəm ki, məni Estağfurullah. seçib dəvət edib Estağfurullah. etimad etdiyinizə Estağfurullah. görə. Bugün ayırdınız bizə. Çox maraqlı oldu çox sağ olun. həqiqətən. Həm də elə bir belə deyə də bir biz də biraz aydınlanmış olduq. Nə qədər şey öyrəndik, nə qədər şey qeyd elədik. Özümüzə yəni bunu demədik, bunu bilmirdik, bunu bilmirdik. Dostlar, növbəti podkastda görüşmək ümidi ilə sizi ilə sağollaşırıq. Amma kanala abunə olmağı unutmayın. Şərh yazın, bəyənin videonu, paylaşa bilirsinizsə paylaşın. Bunlar hamısı dəstək göstəricisidir. Dəstəyinizi əsirgənməyin və ilk dəfə sizə belə bir şey deyəcəm. Hal-hazırda siz ekranda bizim Kofe Al ünvanımızı görürsüz. Bizə kofe alaraq dəstək ola bilərsiniz və sizdən topladığımız o iyanələri biz təbii ki öz avadanlıqlarımızın inkişafına xərcləyəcəyik. Kofe Alımızı görürsüz burada, Kofe Al ünvanımızı. Bizə bir dənə kofe alsanız kifayət edir. Nə qədər çox alsanız bura qədər yaxşıdır. Kapşulu da var. Belə, Nərmin xanım təşəkkür edirəm Mən bir də. təşəkkür edirəm. Natavan təşəkkür Mən də edirəm. sənə Elman təşəkkür edirəm. öpürəm səni. Görüşərik, sağ olun.